Hörmətli Güləmayel xanım, əziz dostlar, sizin hamınızı Atatürk Mərkəzində salamlayıram, çox xoş gəlmişsiniz. Bugün bizim çox gözəl şairimiz Güləmayel xanımın, xanımlar adətən yaşlarını gizlədirlər, amma onun elə o şairliyindən görünür, həm də irəli gəlir ki, mən tanıyandan nə 50 yaşını gizlədib, nə 60 yaşını, nə 70-i, nə 75-i. Bu da onun bir istedadının və şəxsiyyətinin çox belə yaxşı bir tərəfidir. Güləmayel xanımın haqqında indi burada bizim ədəbiyyatşünaslar danışacaqlar. Sadəcə mən bir faktı deyə bilərəm ki, əvvəla Güləmayel elə bir torpaqda, elə bir coğrafiyada, elə bir yurtda dünyaya gəlib ki, şairlik onun üçün fərdi bir hadisə deyil. Yəni, şairlik Ağstafanın, Qazağın bir növ xarakteridir. Bir növ onun üçün bir təhsilsiz də, sonra belə deyim, xüsusi maraq göstərməsə də orada həmin o istedadın müəyyən tərəfləri, cəhətləri olur və sadəcə tələb olunan odur ki, onu inkişaf elətdirəsin. Bax, bu mənada Güləmayel mənə ilə gəlir öz şairlik istedadına, qabiliyyətinə görə ilk növbədə o balaca vətəninə borcludur. Amma sonra Güləmayel deyək ki, elə sahələrdə təhsil alıb, texniki təhsil alıbdır. Bizdə şairlərin böyük bir hissəsi elədir. Yəni, çox tanınan bizim şairlərimiz var ki, onlar ali təhsillərini texniki sahədə alıblar, amma o onlara mane olmayıb ki, bədii yaradıcılıqla məşğul olsunlar. Güləmayel də elədir. Və heç vaxtı, yəni riyaziyyat, texniki elmlər onu ədəbiyyatdan, poeziyadan, onun istedadından ayırmayıb. Güləmayelin başqa bir cəhəti də onun cəmiyyətlə, ictimai həyatla, insanlarla sıx bağlılığıdır. Bu da onu gətirib ona çıxardıb ki, o fərdi demək hisslərini, fərdi yaradıcılıq hisslərini, bugünkü ünsiyyət münasibətlərində onu dərk eləmək, anlamaq və təsvir, tərənnüm eləmək baxımından gördüyü işlərlə yanaşı, həm də bizim ictimai, siyasi həyatımızda baş verən proseslərə çox fəal münasibət bildirir. Xüsusilə ərazi bütövlüyümüz uğrunda mübarizədə bizim dövlətimizin, prezidentimizin, əskərimizin apardığı mübarizəni, fəaliyyəti, göstərdiyi fəaliyyəti ən belə az qala salnamə dəqiqliyindən qələm alanlardan biri Güləmayel olub həmişə. Yəni, bu hadisələr baş verəndən Güləmayel çoxlu insanlarla görüşüb. Mənim yadımda da onun bir neçə o zaman kitabı çıxdı, Ağstafa, Qazaq əskərlərinə, şəhidlərinə, döyüşçülərinə həsr elədiyi. Bu kitablar, elə bilirəm ki, bu əsərlər, bu şeirlər bizim o ruhumuzu yüksəldən şeirlər idi. Əsas da oydu ki, Güləmayel xanım bu şeirləri ürəkdən yazdı. Səmimi yazdı, detallı yazdı, predmetli yazdı. O insanları örgəndi, onların ailələrini örgəndi, onlarla görüşdü. Və yazdıqları da ona görə də təsirlidir. Yəni, bir var mücərrət bir qəhrəmanlığı tərənnüm eləyəsən, bir var mücərrət bir şəhidliyə ağı deyəsən, qürurlanasan ondan. Bir də var ki, çox konkret cizgilərlə, konkret tərəfləri ilə, o aparılan ərazi bütövlüyü uğrunda aparılan mübarizənin konkret tərəfləri ilə o təhlildən keçirdəsən. Təbii ki, o istedadlı şairdir və bu cəhətdən onun peşəkarlığı var və hətta görmədiyi hadisələri də görürmüş kimi təqdim eləyə bilər. Amma Güləmayel xanım mənə ilə gəlir bu sahədə də istedadından su-istifadə eləmədi.
Yəni, çox ciddi zəhmət çəkdi, tədqiqat apardı, araşdırmalar apardı, məsələlərin mahiyyətinə vardı və elə bilirəm ki, çox gözəl əsərlərdə yazdı. Başqa bir istiqaməti onun tarixdən yazmasıdır. Türk dünyasının birliyindən yazmasıdır. Atatürkdən, Nuru Paşadan, ümumiyyətlə bugün Türk dünyasında gedən proseslərdən, Türkiyənin, Azərbaycanın, Özbəkistanın, Qazaxıstanın, Qırğızstanın, Türkmənistanın bu sahədə bu birlik səsini necə ucaldır? Bax, bunları hiss eləmək, duymaq adamdan yalnız şairi istedadı tələb eləmir, həm də vətəndaşlıq tələb eləyir və onunla bir yerdə həm də mənşəyinə, geninə, mənsub olduğu etnik mədəni sistemə hörmət tələb eləyir. Bu olmasa, əlbəttə o əsərləri bu cür ilhamla, bu cür məhəbbətlə yazmaq olmazdı. Və bu, Güləmailin yaradıcılığında çox belə ardıcıl, məhsuldar şəkildə davam eləyən bir haldır və onun Türk dünyası uğrunda, Turan birliyi uğrunda apardığı o ədəbi mübarizə təsadüfi deyil. Və o da təsadüfi deyil ki, demək Güləmail xanım həm də Türk dünyası qadın yazıçılarının, yazarlarının başqanı səviyyəsinə yüksəldi. Türk dünyasının bu sahədə qadınların, ədəbiyyatçı, ədəbi qadınların fəaliyyəti üçün həm də təşkilatçılıq işi görməyə başladı ki, bu əlbəttə çox gözəl bir hal, çox orijinal bir yoldur. Yəni, Türk dünyasının birliyi uğrunda xanımların mübarizəsi əlbəttə ayrıca bir səhifədir bizim bu birlik, Turan birliyi tariximizdə. Hansı şəhərə bir türkoloji tədbir keçirilir, bir ədəbi yığıncaq keçirilir Türk dünyasında, baxırsan ki, oradan Güləmailin şeirinin səsi gəlir. Yəni, o həm də, belə deyim ki, o birbaşa iştirak edir. Yəni, o hadisələrin birbaşa iştirakçısı olur, çox hallarda mərkəzində olur və onun şeirləri də yaxşı qarşılanır Türk dünyasında. Niyə? Ona görə ki, peşəkar şeirlərdir, səmimi şeirlərdir, ürəkdən gələn şeirlərdir. Yəni, bugün də bu bizə xüsusilə Türk dünyasında inteqrasiyanın gücləndiyi bir dövrdə siyasi inteqrasiyanın bizə çox lazımdır. Çünki bütün inteqrasiyalara müəyyən şübhə olur. İqtisadi, siyasi, ictimai, amma mədəni inteqrasiya heç vaxt şübhə doğurur. Çünki hər kəs bilir ki, Türk dünyasının mədəniyyəti eynidir. Hər kəs bilir ki, biz Oğuznamədən gəlirik, Dədə Qorquddan gəlirik, son dövrün əsərlərindən, Koroğludan gəlirik. Bu əsərlərin süjeti də, bu əsərlərin əhval-ruhiyyəsi də, bu əsərlərin lirikası da bizim bütün Türk xalqlarında var. Ona görə də bu birləşdirici amil bizə əminliklə deyə bilir ki, həmin bu birliyi mədəni səviyyədə, ədəbi səviyyədə, bədii söz səviyyəsində bizim indiki nəsil davam elətdirməlidir və onların önündə gedənlərdən biri də Güləmail xanımdır. Ona biz bundan sonra da uğurlar arzu edirik və arzu edirik ki, onun istedadı artıq da 75 yaşından sonra istedad zəifləmir. Zəifləyəcəkdirsə, bu 60-da, 70-də zəifləyər. 75-dən sonra artıq bu sınanılmış, mükəmməl, hər cəhətdən özünü doğrultmuş, böyük mübarizələrdən keçmiş bir istedaddır və bu istedadın daha qarşısını almaq mümkün deyil. Ona görə də biz də onun tərəfdarıyıq ki, elə belə olsun. Güləmail xanımın yazdığı əsərləri mən demək hər dəfə oxuyanda görürəm ki, bu əsər yeni doğulub. Bu əsər köçürtmə deyil, bu əsər təqlid deyil.
bu əsərin üstündə Güləmayıl xanımın özünün o hissiyatları, öz möhrü o qədər səliqəli şəkildə yerindədir ki, o heç kimin, belə deyək ki, əlbəttə ümumi ədəbiyyatda təsir var. Biz hardansa ümumi bir qaynaqdan təsirlənirik, amma yaradıcılığın o modeli, forması, şeirin texnikası, şeirin hissiyatları, görürsən ki, bu ancaq Güləmayıl xanımın özünə məxsusdur və mən arzu edirəm ki, bu hissiyatları, bu özünə məxsusluğu heç zaman itirməz. Həmişə də yaratdığı bütün gözəlliyi ilə, bütün parlaqlığı ilə, bütün təsir ediciliyi ilə yanaşı özünə məxsus olsun. Bəlkə də ən böyük şairin, ən böyük yazıçının qazandığı, ən böyük sənətkarın qazandığı əsas uğur, əsas nailiyyət budur. Təqlidçi sənətkar heç zaman çox irəli gedə bilməz. Amma o sənətkar ki, onun yaratdığı orijinaldır, özünə məxsusdur, onun da qarşısını almaq mümkün deyil və o yayılacaq. Mən böyük məmnuniyyətlə Güləmayıl xanımı təbrik edirəm. Sənə biz, görün bir, əri başdan sənin hədiyyəni verək. Bax, gəlin bura. Söz verilir bizim görkəmli tənqidçimiz, yəqin Yazıçılar Birliyinin adından katib İlqar Fəhmi danışacaq. Əsəd müəllim, sən demək Güləmayıl haqqında, onun yaradıcılığı haqqında bizim bugün Azərbaycanın ən böyük tənqidçisi Əsəd Cahangirdir. Buna heç bir belə bizim mübahisə filan, biz ikinci adam tanımırıq, tanımaq da istəmirik. Ona görə də böyük məmnuniyyətlə Əsəd Cahangirə söz verirəm ki, buyursun, öz fikirlərini, mülahizələrini bildirsin. Böyük şairimiz haqqında. Nizam müəllim, bütün məclis iştirakçılarına, bizim bu müqəddəs məkanda, Atatürk mərkəzində gözəl bir gün, əzizimiz Güləmayıl xanım Muradın 75 illik yubileyi münasibəti ilə salamlamaqdan hədsiz məmnunluq. İnsan o zaman rahat danışır ki, haqqında danışdığı şəxs həm yaradıcılığı, həm də şəxsiyyət və xarakteri etibarilə deyəcəyi sözlərə layiq olsun. Ona görə mən bugün daxilən çox rahatam və çox rahat bir çıxış edəcəm. Əminəm ki, siz də mənim sözlərimi eyni daxili rahatlıq və məmnuniyyətlə qəbul edəcəksiniz. Mənim Güləmayıl xanımla bağlı danışacağım sözlərin bəxti onda gətirib ki, taleyin işindən biz Güləmayıl xanımla təxminən 10 ilə yaxın Yazıçılar Birliyində bir otaqda oturmuşuq, işləmişik. Və mən onu həm işə münasibəti, həm yaradıcılığa, insanlara münasibətini bu illər ərzində birbaşa müşahidə eləmişəm. Onun çoxlu sayda kitablarının necə meydana gəlməsi, necə yazılması birbaşa mənim gözümün qabağında olubdur. Və o, yəni yaşı ilə, səhhəti ilə bağlı problemlərə baxmayaraq, nə qədər böyük əzmlə, məhsuldarlıqla, həvəslə, sevgi ilə bu şeirləri, poemaları, dastanları, publisistik yazıları, şəhidnamələri araya ərsəyə gətiribdir. Mən bunun yəqin ki, ilk və ən, belə deyim, yaxşı şahidiyəm. Güləmayıl xanımın yaradıcılığı iki əsas baxımdan diqqəti cəlb edir. Birincisi, Nizam müəllimin dediyi kimi, həyatla nəfəs alması, canlı müşahidədən doğması, konkret mövzu, ondan sonra günün, zamanın qarşıya çıxardığı suallara bədii cavab cəhdi,
xalq taleyi ilə bağlılıq, ümummilli taleyükülü problemlərlə bağlılıq, yəni mövzusudur ki, bunların arasında təbiidir ki, Qarabağ tematikası və turançılıq ideyası kimi iki məsələ xüsusi yer tutur. Yəni, Güləmalı xanım dövlətçi şairdir və sözün yaxşı mənasında milliyyətçi şair. Millətçi mən deməzdim, milliyyətçi şair. İkincisi isə janr baxımından, məsələn, bugün o qədər də, deyim də, əvvəlki dövrlərlə müqayisədə öz mövqeyini bir qədər zəiflədən poema janrına ardıcıl müraciətləridir. Güləmalı xanımın Qarabağla bağlı şeirləri haqqında mən onu deyə bilərəm ki, bu şeirlərdə realistik ədəbiyyata məxsus olan konkret yer adları, şəxs adları, məsələn, şəhidlər, onların qohumları, ailə üzvləri, onların xatirələri və s. kimi realistik şeirə məxsus olan elementlər geniş yer tutur. Çünki Güləmalı xanım ölkəni demək olar qarış-qarış gəzərək, bütün bölgələrdə olaraq o şəhid ailələri ilə şəxsən görüşür, onların qəm yükünün bir hissəsini öz zərif çiyinlərinə alır. Vaxtilə bizim böyük ədəbiyyatşünaslığımızın banisi Firdun bəy Köçərli məşhur ədəbiyyat tarixi ilə bağlı kitabında yazırdı ki, Füzuli bütün qəmzadələrin və möhnətzadələrin qəm yükünü çəkmək üçün xəlq olunmuşdur. Əslində, bəlkə də şairliyin vəzifəsi bundan ibarətdir ki, ümummilli sevinci ifadə etməklə yanaşı, ümummilli kədəri də öz ürəyində daşıyır. Bax, bunun ən bariz nümunələrindən biri Güləmalı xanımın şəhidnamələrində üzə çıxır. Çünki şəhid ailələrinə getmək, onların dərdini bölüşmək o qədər də sadə məsələ deyil. Mən də bir dəfə jurnalist dostumla bir yerdə bir şəhid ailəsində oldum və o söhbətlərə, yeganə oğlunu itirmiş ananın dərdinə dözə bilmədim mən. Və söhbətin yarısından mən siqaret çəkən deyiləm. Siqaret çəkmək bəhanəsi ilə otaqdan çıxdım, bir qədər havada gəzdim küçədə, sonra qayıtdım içəri. Yəni, bu çox çətindir, doğrudan çətindir. Çünki hər dəfə o şəhid ailəsinin ağrısı sənin də içindən keçir gedir, qəlbindən, ruhundan keçir gedir. Və sonra, məsələ budur, əgər onu yaşamasan, onun haqqında yaza da bilməzsən. Bu yeganə yolu bundan ibarətdir. Həmdərd olmalısan sən onlarla ki, onların ağrılarını bu cür yazıya köçürdə biləsən. Və Güləmalı xanıma ona görə də mən şeir yazmışam, indi onu oxuyacam axırda. Mən onu bir ana hesab edirəm, Güləmalı ana. Biri var, şəhidlər anası mən deyərdim Güləmalı xanıma. Çünki o bütün şəhidlərin ağrısını bir ana əzabı ilə, bir ana ağrısı ilə yaşayıb o şeirlər yazıb. O şəhidlərin mənəvi anasıdır, mən hesab edirəm və şəhidnamə janrı sayəsində Azərbaycan ədəbiyyatında bugün ən məhsuldar və keyfiyyətli şairlərdən biri, məncə də birincisidir. Onun hardasa 40-dan çox kitabı işıq üzü görür ki, bunun olduqca böyük əksəriyyəti şəhidlər teması və şəhidnamələr mövzusuna. Birinci Qarabağ müharibəsi də var burada, Aprel döyüşləri var burada, Lələtəpə döyüşləri var, 44 günlük zəfərlə bağlı şeirlər var, mühüm yer tutur. İkinci Güləmalı xanımın yaradıcılığının diqqəti çəkən cəhətlərindən biri onun poema janrına dediyim kimi ardıcıl müraciətləridir. Burada həm deməli, bizim görkəmli milli qəhrəmanlarımıza, görkəmli dövlət xadimlərimizə, siyasi rəhbərlərimizə, elm xadimlərimizə, ədəbiyyat və incəsənət xadimlərimizə bir sıra poemalar həsr eləmişdir ki, bunların içərisində Ümummilli Öndər Heydər Əliyev cənablarına həsr elədiyi Sən Azərbaycancan poeması, sonra mərhum bizim millət vəkilimiz Unudulmaz Qəmrə xanım Paşayevə həsr elədiyi Qürur dastanı poeması, Türk dünyasının, Türk tarixinin şanlı isimlərindən biri olan Nuru Paşaya həsr etdiyi Nuru Paşa dastanı, görkəmli Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara həsr elədiyi Dədə Anar dastanı və nəhayət mənim ustadım, bizim hamımızın ustadı, filologiyamızın bugün aparıcı ismi olan Nizami Cəfərova həsr elədiyi Zəkat Çırağı dastanı poeması və digər çoxlu sayda poemaların adını bura əlavə eləmək mümkündür. Bu poemalarda mən Nizam müəllimin stilində danışacağam. Bu poemalarda qədim türk ruhundan gələn epik dastançılıq ənənəsi var. Qəhrəmanın doğulması, uşaqlıq illəri, gənclik illəri,
onun həyatının ən vacib məqamları və nəhayət, əgər dünyasını dəyişmişsə vəfatı, sağdırsa fəaliyyətinin son durumu bu poemalarda mərhələ-mərhələ öz əksini tapır. Lakin Gülamayar xanım bu poemalarında bir sıra bədii yeniliklər də həll edir. Bunların içərisində mənim diqqətimi ən çox çəkən və yaxşı mənada məni təəccübləndirən məqamlardan biri, deməli, Dədə Heydərə həsr etdiyi Sən Azərbaycansan poemasının proloqunun Dantenin İlahi Komediyası poemasının deməli, vəzn və qafiyə, belə deyək, sistemində, misra quruluşu, struktur baxımından həmin Dante üçlüyündə yazılmasıdır. Mən hər halda bu formaya Azərbaycan poeziyasında rast gəlməmişəm, birinci dəfədir rast gəlirəm. Ondan bir parçanı indi mən sizə oxumaq istəyirəm ki, yəni hər bənd 3 misradan ibarətdir və hər üçü qafiyədir o misraların. Bir insan ki, xalqına həsr edib həyatını, bir insan ki, çapanda, meydanlarda atını, elə bil titrədirdi göyün 7 qatını. Bir insan ki, zülmətdə sökülən dan olubdur, bir insan ki, yenilməz bir qəhrəman olubdur, bizə son vəsiyyəti Azərbaycan olubdur. Yəni, dediyim kimi, bu ilahi komediyada istifadə olunan bir formadır və bunun mən Azərbaycan poeziyasında ilk dəfə deməli, bu formaya rast gəldim. Və o öz qəhrəmanlarını, məsələn, Heydər Əliyev və ya da Nizami Cəfərovdan yazanda, Anar müəllimdən yazanda, yalnız bir alim kimi, yazıçı kimi, dövlət xadimi kimi verməklə kifayətlənməyərək, onların bir insan kimi də şəxsi həyatı, məhəbbəti, sevgisi, mənəvi dünyası, yəni bax, bu tərəflərə də işıq salır və hər tərəfli surətdə həm bir ictimai fəaliyyət etibarilə, həm də şəxsi həyat etibarilə hər tərəfli onların obrazlarını yaradır ki, bütün adını çəkdiyim poemaların hamısında, demək olar, əksəriyyətində bunları görmək mümkündür. Məsələn, o, deməli, Nizami Cəfərova həsr elədiyi, deməli, poemasında tutaq ki, onun həm şəxsi keyfiyyətləri, həm ictimai fəaliyyəti, elmi fəaliyyəti ilə bağlı yazandan sonra üçüncü bir mərhələyə gəlir, fikrində və fikrini belə tamamlayır. Düzəldirdi elə bil o tarixin səhvini, zamanın əyrisini, Türkdür, Azərbaycandır, onun ən qutsal andı, onun müqəddəs dini. Kim deyir təkcə alim, təkcə bir türkü olubdur, o millətə özünü tanıdan bir müdrikdir, həm də ideologdur. Əslində, bütün elmi fəaliyyətdən də, bütün ictimai fəaliyyətdən də hamısının sonucu gəlir bir milli ideologiya çıxmalıdır. Çünki milli ideologiya bizi yaşadır. Millətlər içində özünə məxsus formada mövcudiyyətimizi təsdiq edir. Bizim, deməli, kitabımız da bunu təsdiq edir, müqəddəs kitabımız. Peyğəmbərimiz də bunu təsdiq edir ki, siz sayca çox olun ki, qiyamət günü mən Allahın huzurunda öz ümmətimin çoxluğu ilə fəxr edirəm. Yəni, indi düzdür, o ümmət mənasında deyirdi, amma biz bu sözü elə millət mənasında da işlədə bilərik. Gülamayar xanım Muradın yaradıcılığının daha mühüm bir qolu, onun türkçülük və turançılıq ideyasıdır ki, bu özünün ən parlaq ifadəsini türkçülüyə dair çox saylı şeirlərində, xüsusilə də Nuru Paşa dastanı, deməli, poemasında, onun ən yaxşı poemalarından biri hesab edirəm mən, öz əksini tapıbdır. Bu poema həm tarixi bilgilərə bələdlik baxımından, həm də müasir, deməli, türk xalqlarının ümumi ideoloji istiqamətini, bədii ifadəsini vermək baxımından, yəni aktuallıq baxımından diqqəti cəlb edir. Bu poema, deməli, İngilis dilinə də tərcümə olunubdur. Eləcə də həm İngilis, həm də türk dillərində, Türkiyə türkçəsində kitab şəklində dərc olunubdur və mən ondan bir neçə bəndi oxumaqla poemanın əsas ideyasının ifadə etdiyi, deməli, məqamları sizin diqqətinizə çatdırmaq istəyirəm. Bir yanda türk şəhidim, bir yanda Azərbaycan. Qürur hissindən nasıl kanatlanmasın insan? Həm çətin, həm xoş gündə kardeşimsin, Türkiyəm. Uzun, incə bir yolda yoldaşımsın, Türkiyəm. Biz yol alıb gəlmişiz, kadim Turan elindən, Ötükən ormanından, Dəşti Qıpçaq çölündən. Törəmiz bayraq oldu, daim başımız üstə, can vermişiz, lazımsa bircə taşımız üstə. Biz ən əski savaşçı, ən son yeriçəriyiz. Hər zaman, hər məkanda haqqın əskərləriyiz. Görürsünüzmü? Bu balaca parçanı ki, mən oxudum. Burada
uzun incə bir yoldayım ifadəsindən dərhal Aşıq Veysəlin bir mahnısı keçdi. Elədirmi? Sonra burada oxudum Ötkən Ormanı, Dəşti Qıpçaq çölü, qədim Türk tarixi buradan gəldi, keçdi. Ondan sonra ən son Yeniçəri izləyəndə buradan bir Osmanlı tarixi gəldi, keçdi. Cəmi 3-4 balaca bənddə və çox sadə sözlərlə qədim Türk tarixi, ümumtürk incəsənəti, musiqisi, ədəbiyyatı, ideologiyası və fikri hamısı gəlir buradan keçir. Məncə poeziya belə olmalıdır. Poeziya elmiliyi şeirin və duyğunun içində əridərək verməlidir. Qabarıq gözə soxmamalıdır onu. Yəni, şeirin içində elm də elə əriməlidir ki, bilgi elə əriməlidir ki, elə şeirləşməlidir ki, artıq o oxucunun qəlbini çiğ tikə kimi vurmamalıdır. Məhəmməd Əmin Rəsulzadənin məşhur bir sözü var idi. O gün hörmətli İlqar Fəhminin aparıcılıq elədiyi Genizis proqramında Leyli Məcnunla bağlı verilişdə mən o sözü bir də dedim. Çox gözəl fikirdir, bunu bir də təkrar edirəm. O deyir ki, Nizami deməli, Məcnunu şeirləşdirmişdir. Füzuli isə şeiri Məcnunlaşdır. O, yaxşıdır. Çox gözəl bir ifadədir oradan. Burada Nizaminin və Füzulinin yaradıcılığına dair bütün əsas fikir var, bir-birindən fərqi və oxşar cəhətdir. Eyni zamanda da son dərəcə yadda qalan aforistik bir formadır ki, bir dəfə işlən adam ikinci dəfə yadından çıxmır. Bax, bu şeiri məcnunlaşdırmaq ifadəsi var. Bunun arxasında dünyanın bütün kitablarına sığmayan bir mətləb dayanır. Amma onu cəmi bir cümlənin yarısında ifadə edibdir. Niyə? Çünki onun təfəkkürü var və bu fikri ifadə etməyə bacarıqdır. Eləcə də Güləmail xanımın bu şeirində də türkçülük ideologiyası çox sadə şəkildə, amma bütün həm də elmi arsenalı ilə və bazası ilə verilibdir. Mən Güləmail xanımı bu əlamətdar gündə 75 illik yubileyi münasibəti ilə və onun 75 illik yubileyinə həsr olunmuş Könül Pıçıltıları kitabı, Güləmail Murad 75 kitabın işıq üzü görməsi münasibəti ilə təbrik edirəm və icazənizlə deməli, təbrik sözlərimi ona 75 illik yubileyi münasibəti ilə yazdığım bir şeirlə Nizam müəllim tamamlamaq istəyirəm. Güləmail xanım, sağ olun, var olun, yaxşı ki varsınız. Siz də yaxşı. Mən hesab edirəm ki, mən sizə Güləmail ana demişəm. Birinci dəfə. Vaxtilə bu sözü Əzzə xanım Cəfərzadə haqqında işlədilər, Əzzə ana. Mən hesab edirəm ki, sizin o müqəddəs titulu, adı, müqəddəs şəxsiyyət olan unudulmaz Əzzə xanımdan qəbul etməyə tam mənəvi haqqınız çatır. Çox sağ olun. Və mən icazənizlə həmin sizin yubileyinizə həsr etdiyim şeiri oxumaq istəyirəm. Bərbaşdan deyirəm, ümid edirəm ki, şeiri oxuyub tutaranda mənim şeirimin gözəl olduğuna görə yox, Güləmail xanıma həsr olunduğuna görə gürültülü almışlarla başlayasınız. Tələsməklər olur. Bir şeirdə anasan, digər şeirdə qadın. Ürəklə yazdığından, ürəklərdədir adın. Qəlbində natəvanın ilhama alovlanır. Əlində mirvaridin poeziya şamı yanır. Neçə sevgi şeirin, igidlik dastanın var. Şairələr içində sənin də öz sanın var. Gün gəldi, dəniz kimi dalğalandın, coşdun sən. Şəhidlərin adına neçə şeir qoşdun sən. Vəsf elədin ürəkdən müqəddəs torpağımı, Ali Baş Komandanı, ordumu, bayrağımı, dövlətimə, xalqıma harayım var, hayım var. 44 günlük səfərdə sənin şeir payın var. Təkcə Azərbaycan yox, Türkistanın qızısan, Nadirə, Zülfiyyəsən, Turanın ulduzusan. Qazanmısan sayğısın, həm yaxının, həm yadın, Güləmail ana tək artıq çağırılır adın. Qəlbindəki bu ilham, qoy heç zaman sönməsin. Üç rəngli bayrağın tək qalxsın, bir də enməsin. Vətən öz göylərinə yazsın sənin adını. Səni ana yurdumun, vətənpərvər qadını. Bugün doğum günündür, yubileyim mübarək. Qoşulub bu təbrikə, siz də deyin, mübarək. Sağ ol, sağ ol. Mən Güləmail xanımın yubileyini əlləşim Güləmail xanım xahiş edirəm. Güllü, çiçəkli, hədiyyəli tərcümə mərkəzində qeyd etmişəm. Amma hesab etdim ki, bugünkü tədbirə onun ən ürəyindən olan şeir hədiyyəsi ilə gəlmək məncə onun ürəyincə olar. Ona görə də bu şeirimi sizə hədiyyə edirəm. Çox sağ olun. Əsəf müəllim, çox sağ olun. Sənin bu şeirinin hər bəndinə biz əl çalmalıydıq. Elə yığışdıq, ümumi axırda əl çaldıq.
Əzizə Cəfərzadə ilə müqayisə elədin Gülamayıl xanımı. Əzizə Cəfərzadə bilirsiniz, universitetin professoru idi və çox gözəl yazıcı olmaqla yanaşı, həm də çox böyük bir alim idi. Eyni zamanda ictimai xadim idi. Azərbaycan Qadınlar Cəmiyyətinin sədri idi. Bir dəfə dedi ki, mən Azərbaycan Qadınlar Cəmiyyətinin sədri olandan neçə aylardır keçib, mənə qadınlardan çox kişilər müraciət edir. Çünki kişilərin akaz vahidsə deyir, problem o qədər çoxdur ki, heç qadınların o qədər. Ona görə mən dedim ki, ay qardaşlar, bura jen sovetdir, muj sovet deyil. Belə, indi ona görə də elə qadınların analıq eləmək, qadının analıq eləməyi əsas ilk növbədə kişilərə aid olur və ona görə də şəhidlər haqqında o qədər gözəl əsərlər yazıb. Gülamayıl xanım Azərbaycan Yazıçılar Birliyində çalışır, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, həm də orada o aparatda çalışır və o həmişə orada ona çox böyük hörmət eləyirlər. Xüsusilə Anar müəllim, Yazıçılar Birliyinin sədri, Anar müəllim Gülamayıl xanım haqqında məqalə yazıb, fikirlərini söyləyib, təbrikini söyləyib ki, o da bu könül pıçıltılarında nəşr olunubdur. Amma eyni zamanda Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, bizim çox dəyərli şairimiz, nasirimiz, dramaturgumuz, senaristimiz, çox böyük bir ziyalımız İlqar Fəhmi buradadır. İlqar müəllimə söz verirəm, buyurun. Öz adından danışmamızdan əvvəlini Yazıçılar Birliyinin rəhbərliyi adına Gülamayıl xanımı təbrik edirəm. Çünki Nizami müəllimə bildirir kimi, doğrudan da bizim rəhbərliyin ən çox sevdiyi, məsuliyyətini həmişə arxaladığı insanlardan, yazarlarımızdan, qələm sahiblərindən və əməkdaşlarımızdan biridir. Çünki o hansı işin altına girirsə, hansı bir kitabı, hansı bir layihəni boynuna götürürsə, artıq biz arxaya olur ki, o layihə yüksək səviyyədə gəlirsə, yol material, kitab yüksək səviyyədə nəşr olunacaq. Mən Nizami müəllimə əsəb edildiyi bütün qoca fikirlərə qoşuluram, əslində mənim demək istədiklərimin çox hissəsidirlər, Gülamayıl xanımın fəaliyyətindən, yazılarından. Amma mən öz payıma ilk məqama toxunmaq istəyirəm. Bilirsiniz, Yazıçılar Birliyində işləmək olur, asan deyil. Hələ ikinci mərtəbədə Biləkandan sanki birinci otaqda oturmaq ola bilsədir. Çünki çıxan şikayət edən narazı olma birinci ola gedir. Ona görə də çox gərginlik olur, əsəbilik olur və ən görürsən əsəbi məqamda, ən gərgin məqamda Gülamayıl xanım necə onu hiss edirsə, bir də görürsən otağa girib, belə qəribə bir o sakitliyi ilə, təmkinliyi ilə, rahatlığı ilə 2-3 kəlmə söyləyir adama, amma bütün adamın o gərginliyi, əsəbi, o narahatlığı keçib gedir və sonra edir fikirləsə nə olsun, yəni bu böyük bir şey olmamışdır, təhlükə bir şey. Yəni o bayaqda da ana sözünü qeyd elədik, bir müdrik ana hissiyatından o gərginliyi, o narahatçılığı elə yatızdırır ki, adamın içində də oradan da bir sakitçilik çökür və hər şeyə çox rahat yanaşmağa başlayırsan. O gərginliyi, o belə deyil, mənfi enerjini çəkib aparır özündən və bu doğrudan da gözəl bir şeydir. İndiki dövrdə insanların əksinə bir-birinin negativini yüklədiyi bir vaxtda və bir əsəbini, hissini bir-birinin üstə tökdüyü bir vaxtda, şimdi isə əksinə gəlib insanı rahatlaşdırmağı, sakinləşdirməyi, gərginliyi aradan qaldırmağı doğrudan da böyük bir şeydir. Bu da insanın özünün daxili pozitiv enerjisindən irəliyər. Daxili rahatlığından, daxili sakitliyindən, həm də daxili müdrik bir qadın müdrikliyindən irəli gəlir. Bizim şərq xanımlarına xas olur bu həmdə. Şərq xanımları Türk dünyasında bəzi döyüşkən xislətləri də var, döyüş meydanlarında çıxırlar. Amma daha çox onlar həmişə sakitləşdirici rol oynayırlar, barışdırıcı rol oynayırlar, gərginlikləri aradan qaldıran funksiya yerinə yetirirlər. Çünki qadın qarşısında hamı diz çöküb baş əyir və ortada olanda artıq o gərginlik, narahatçılıq, mübahisələr bunlardan həmişə çəkilir. Mən Gülamayıl xanımın gələcək yaradıcılığı onlar arzulayırlar və ümid edirəm ki, bizim bütün gərgin fəaliyyətlərimizdə həmişə bu cür yanımızda olacaq və həmişə bizim gərginliyimizi, narahatçılığımızı və bu cür öz təmkinliklə, amayanlığı ilə və öz qadın müdrikliyi ilə aradan götürürük. Təbrik edirəm. İlqar müəllim, çox sağ olun gözəl sözlərə görə. İndi böyük məmnuniyyətlə söz verilir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan Dili Kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yeganə xanıma, Yeganə Qəhrəmanova. Çox sağ olun, çox təşəkkür edirəm. Bugün elə bir gün ki, Güləmay xanım haqqında ürəyimizdən gələn ən gözəl sözləri səmimi şəkildə dilimizə gətirir. Çünki Güləmay xanım mənim nəfərlə deyilənlərin fikrin təsiri olaraq həqiqətən o şəxslərdəndir ki, onu görəndə hər zaman sevinir. Bəzən insanlar var ki, görürsən, özünü görməməzliyə qoymaq istəyirsən, görürsən, müəyyən hisslər verindən keçir, amma Güləmay xanım belə insanlardan deyil. Güləmay xanım həmişə varlığına sevindiyimiz, həmişə yanımızda olmaq istədiyimiz xanımlardandır. Gözəl şəxsiyyətli, gözəl anadır, gözəl yazardır və burada deyilənlərə əlavə olub demək istəyərəm ki, Güləmay xanım haqqında fikirləşərkən həmişə ağlıma gələn onun misraları var. Yığın, yandırın gülüşlərimi içində dərd gözlənir. Və yaxud şeirlərinin birində deyir ki, göyünə gördüm. Bu misralar Güləmay xanımın daxilə aləmini mənə elə gəlir ki, ilk təzahürüdür. Çünki onun gülüşlərinin içində gizlənən dərd əsl mənada Azərbaycanımızın dərdidir. Yerindən, yurdundan, obasından didərgə düşmüş qaçqın köçkünlərimizin dərdidir. Oğul tavayı ilə demək olar ki, dərd-dərindən çöllərə düşən ürəyə yanıqlı analarımızın dərdidir. Oğul həsrəti ilə, övlad həsrəti ilə beli bükülən atalarımızın dərdidir. Qarabağımızın dərdidir, ikiyə bölünmüş Azərbaycanımızın dərdidir, böyük Turanımızın dərdidir. Yəni, bütün bunların hamısını Güləmay xanım o gülüşlərin içində gizlənən dərdlərində saxlayır. Və mənə elə gəlir ki, Güləmay xanımın bu dərdlərin içərisində bu qədər yazdıqları, ortaya qoyduqları onun bir şəxsiyyət kimi, bir vətəndaş kimi, bir insan kimi böyüklüyünün nümunəsidir, timsalıdır. Ona görə də Güləmay xanımla danışarkən vətən poeziyamızın bir ağbirçək anası ifadəsini illər öncə onun haqqında yazdığım məqaləmdə mən də işlətmişdim, Əsəd müəllim. Həqiqi mənada Güləmay xanım bir vətəndaş ruhlu xanım kimi, insan kimi, şair kimi demək olar ki, hər misrasında, yazdığı hər kəlmədə ürəyinin səsini insanlara çatdıra bilir, duyura bilir. İki şəhid mövzusunda kitab yazmışım. İnanın ki, bu kitabları yazana qədər hansı hissi, həyəcanı keçirmişiksə, hələ də bir kitabdan sonra azı 2 ilə yaxın fasilə verilmişik. Amma Güləmay xanım dəfələrlə bu cür kitablar üzərində işləyir, çalışır. Bu onun o bitib tükənməyən sevgisinin, böyük ana ürəyi ifadəsidir. Həqiqi mənada bəzən Güləmay xanımın şeirləri oxuyanda Azərbaycanımıza, doğma vətənimizə olan sevgisini görəndə düşünürsən ki, Güləmay xanımın şeirləri yaxşı ki, bugün Azərbaycan poeziyasının o öz sıralarına gedən şeirlər, hamımızın sevdiyi, seçdiyi, oxuduğu, əzbərlədiyi şeirlər sırasındadır. Və bu şeirlərin birində deyir ki, arxam xəyalım olmaz, tabım təvanım olmaz, olmasam canım olmaz, ay mənim canım yaşa, Azərbaycanım yaşa. Sanki o misralarda Güləmay xanım bizim illər öncə uşaqlıq yaşlarımızdan əzbərlədiyimiz, hamımızın dilimizin əzbəri olan ayrılar mükönül candan verdiyi sualın poetik cavabını verməyə çalışır. Və başqa bir şeirində yazır ki, bilir tanıyanlar, elə ailəm, bir şirin, bir şəkər diləm ailəm, pərvanəyə dönən Güləmayiləm, Şamın şöhrəsindən necə yazır? Güləmay xanım, arzu edirəm ki, hələ uzun illər yazıb yaradasınız. İnşallah sizin 85-95 illik yubileylərinizdə də elə bu məkanda Nizami müəllimin təqdimatı ilə, Əsəd müəllimlə burada iştirak edən bütün dəyərli insanların iştirakı ilə özünüzün də yanınızda olmağınızla birlikdə qeyd edirəm. Çox Yeganə xanım, çox sağ olun. Sizin bütün danışığınız bir cümlə idi. Yəni, arada fasilə falan olmadı. Elə necə başladınızsa cümləni, o cürdə bitdi. Yəni, belə bir yerdə tərəddüd falan bu çox böyük xüsusiyyətdir, yaxşı xüsusiyyətdir.
Böyük məmnuniyyətlə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə xanım Şərifovuya söz verirəm. Buyurun, Salidə. Salamlayıram. Əlbəttə ki, çıxış edənlərdən sonra, Nizami Cəfərovdan sonra, Əsəd müəllimdən sonra, İlqar Fəhmidən sonra söz demək biraz çətin olacaq. Ona görə ki, elə söz deməliyik ki, həm sizin dinləyicilərə sizə maraqlı gəlsin, həm də ki, Gülamayın xanımın yaradıcılığına, fəaliyyətini az da olsa işıqlandırmağa. Həm də indiyə qədər danışanlardan daha yaxşı olsun. Yox, onu bilmirəm sözlərimi. Çalışacağım ki, yəni biraz təkrar olmasın, fərqli məqamlara toxunmağa çalışacağım. Onu əvvəlcə qeyd etmək istəyirəm ki, bugünkü tədbir fərqli bir formatda keçir. Necə fərqli formatda? Həm Gülamayın xanım yubileyinin şərəfinə yığılmışıq. Həm də Gülamayın xanım haqqında, onun yaradıcılığı haqqında bir növ hesabat olan Könül Pıçıltıları kitabının təqdimatına yığılmışıq. Yəni, iki tədbirin, iki anın bir yerdə qeyd edilir. Bu özü böyük bir tarixi bilişdir. Ondan başqa Gülamayın xanımın bir misrası ilə sözünü başlamaq istəyərəm. Deyir ki, yetişdi şair şərəfli ada, boş ömür yaşadım mən bu dünyada. Doğrudan da bu poetik misraları səsləndirən bir şair xanımın bədii yaradıcılığını izləyərkən, onun qəmdən, kədərdən, təhnalıqdan yol alıb gedən, işqa yol alıb gedən bir qadın ürəyinin pıçıltılarını duyursan. Bu ürək pıçıntıları yalnız, yəni ürək pıçıntılarının mövzusuna nəzər saldıqda bir qadının daxili, bir fərdin pıçıltıları deyil, cəmiyyətimizi düşündürən aktual problemləri əhatə etməsini görürük. Yazdıqlarım dalınca çağırır deyə Gülamayın xanım elə bir misra da işlədir, kitabının adını da elə bir səsləndirir və doğrudan da Gülamayın xanımı onun yazmadıqları bir növ çağırır və bu cümlələri onun qələmə aldığı poemaları, qələmə aldığı şeir kitabları, şəhidlərimiz və qazilərimiz haqqında yazdığı publisistik əsərlər də fikirlərimizi təsdiq edir. Millərlə nələrə sadiq qalan Gülamayın xanımın yaradıcılığını nəzərdən keçirdikdə, onun Azərbaycan ədəbiyyatına xas olan, həm yazılı ədəbiyyatına xas olan, həm şifahi xalq ədəbiyyatına xas olan janrlarda yazıb yaratdığı, gözəl örnəklər yaratdığının da şahid oluruq. Bundan başqa Azərbaycan ədəbiyyatına xas olan bu janrlarda yaratmasından başqa, Gülamayın xanımın dünya xalqları ədəbiyyatına xas olan müxtəlif janrlarda da bədii əsərlər, örnəklər yaratdığının şahid oluruq. Bu özü bir cəsarət tələb edir. Ona görə cəsarət tələb edir ki, o xalqların ədəbiyyatına xas olan nümunələrin bizim Azərbaycan ədəbiyyatına aid edərək o nümunələr yaratması özü bir fərasət, bir sənətkarlıq tələb edir ki, Gülamayın xanım bunun öhdəsindən gəlir. Onun həmin janrlarda, dünya xalqların ədəbiyyatına aid janrlara nəzər saldıqda, bunlar haykular və vakaları nəzərdən keçirə bilərik ki, Gülamayın xanım bu kiçik poetik nümunələrdə böyük fəlsəfi mənalar ifadə edə bilir. Məsələn, Gülamayın xanımın yazdığı haykularının bir qismini sizin nəzərinizə çatdırmaq istəyərəm. Deyir ki, bizim sevgimiz üçün ürəyimi dəyişə biləydim və yaxud deyir ki, mənim sevgimdir, için ağlayan başqa qapıda. Yəni, qısa, balaca poetik nümunələrdə bir qadın harayının, bir qadın yarımçılığının deyək, həsədinin hissləri həmin haykularda yer almışdır. Gülamayın xanım, bayaq hamı qeyd etdi ki, Gülamayın xanımın bədii yaradıcılığında şəhidlik mövzusu ana xətt təşkil edir. Və Gülamayın xanım bu ana xətt təşkil etməsini özü qürur hissi ilə qələmə alır və o şəhidlər haqqında yazdığı bayaqlarında bunu belə bir vurğulayır. Deyir ki, dördür şəhidin qanı, zərdir şəhidin qanı, mənə də qismət oldu zər axtarmaq imkanı. Yəni, şəhidlər haqqında yazdığı bədii nümunələr, poetik nümunələri o özü bir zər adlandırır və özü üçün də onu bir şərəfli bir addım, bir iş hesab edir. Gülamayın xanım özü, Gülamayın xanım yaradıcılığına
nəzər saldıqda, onun yaradıcılığında ənənəvi mövzuların yer aldığını görürük. Bu ənənəvi mövzular nədir? Ana haqqında olan mövzulardır, yaxud durnalar haqqında şeirlərdir, həsrət mövzusudur. Bu mövzular Güləməli xanımın yaradıcılığında yer alır. Lakin ənənəvi mövzuları yaradıcılığında işlətməsinə baxmayaraq, Güləməli Murad bu yaradıcılığında yeni amillərə toxunur. Məsələn, onun ana həsrəti və yaxud ana naləsi şeirində həsrət mövzusunun fərqli şəkildə təqdimini görürük. Məsələn, Körpəsiz ana şeirində şair qeyd edir ki, min kədər andırır, min dərd andırır, anasız körpənin yaşlı gözləri. Burada bir körpənin ana həsrəti yer alır. Başqa bir şeirində isə, ana naləsi şeirində isə şairin ananın həsrətini qabarda bilir. Məsələn, deyir ki, düşmənin başına daş niyə düşmür? Bir ana ağlayır məzar başında. Calladın gözündən yaş niyə düşmür? Bir ana ağlayır məzar başında. Yəni, həsrət mövzusunu fərqli aspektdən təqdim edib. Birini, ana həsrətini körpənin həsrəti fonunda, ananın həsrəti fonunda isə övladına olan həsrəti işıqlandıra bilir. Güləməli xanım, sizin yaradıcılığınız zəngindir. Özünüz bir poetik nümunənizdə belə bir şeiriniz var. Özünüz xahiş deyirsiniz ki, məndən şeir yazmaq istəsən əgər, məndən sevgi şeir istəmə daha. Sevgi şeiri yazmaq asandır məgər, məndən sevgi şeir istəmə daha. Ancaq biz hamımız sizdən şeir yazmağınızı istəyirik və xüsusilə də sevgi haqqında şeirlər istəyirik. Çünki sizin sevgi şeirləri iki şəxs arasında olan sevgi deyil, yəni qadın-kişi münasibətlərini əks etdirmir. Sizin şeirlərinizdə əksini tapan sevgi vətənə olan sevgidir, xalqa olan sevgidir, onun evladlarına olan sevgidir. Şəhidlərimizə, qazilərimizə olan sevgidir. Yəni, bu sevgi etirafıdır. Ona görə nə qədər yaşayırsınız, yazın, yaradın. Özünüz həmişə deyirsiniz ki, əlimdədir gələm, ağ vərəqlərdə çox şeir yazmışam indiyə qədər. Və indiyə qədər çox şeir yazmışsınız. Biz hamımız da sizə arzu edirik ki, o qələm əlinizdən düşməsin. Həmişə yazın, yaradın və siz o qələminizlə, yəni mühəndis, müəllim olaraq, peşə baxımından ədəbiyyata yaxın olmayan bir insanın elə gözəl şeirlər yaradaraq bizim Azərbaycan ədəbiyyatında imzası olan şairlərimizdən birisiniz. Onu sizin yazdığınız əsərlər təsdiq edir. Bizə isə yalnız bu həqiqəti boynumuza almaq qalır. Arzu edirəm ki, həmişə yazıb yaradasınız. Allah sizə sağlıqlı ömür qismət edir. Çox sağ olun. Salidə xanım, çox sağ olun. Salidə xanım bizim çox istedadlı ədəbiyyatşünaslardandır. Bilməyənlər üçün deyirəm ki, o doktor dissertasiyasını Moskvada müdafiə edibdir. Dəyərli, müasir dünya görüşlü bir bizim ədəbiyyatşünasdır. O ki, qaldı sevgi şeirlərinə. Sevgi şeirlərini yazmaq lazım. Ona görə yazmaq lazım deyil ki, sevirsən. Ona görə yazmaq lazımdır ki, necə sevmək olar, o barədə bir cəmaatı biraz həvəsləndirəsən. Ozan Süleymanovun yaxşı bir şeiri var, deyir ki, bu dünyada deyir, o qədər seviblər ki, o qədər yazıblar ki, amma mən də yazıram, mən onu yazıram ki, mən necə bacarmışam sevgini, onu yazıram. Belə, ona görə də ən belə Rus demiş, şipitildi bir mövzudur, amma bununla yanaşı, şair üçün, şairdən ilk növbədə tələb olunan sevgi şeirlərdir. O şeir, o sevgi olmasa, yazılmasa nə vətənə sevgi ola bilər, nə şəhidlərə ehtiram ola bilər. Bunların hamısının kökündə əlbəttə o dayanır. Bunu da şairlər özləri yaxşı bilirlər. Şəhid ailələri, əlilləri və veteranlarının müdafiəsi İctimai Birliyinin sədr müavini İsa müəllim buradadır. İsa Musayev, Abşeron üzrə. Buyurun İsa müəllim. Yaşasın xalqımız, millətimiz, devlətimiz. Çox sağ olun. Sağ olun. Bizə bu cür şərait yaradıyorsunuz. Çox sağ olun. Dəyərli cəmiyyətimiz, təbrik edirəm. Eyni zamanda Turan Birliyinin bizə gözəl bir təqdimatını görürəm.
Çox sağ ol, var ol. Allah xalqımızı, millətimizi, dövlətimizi qorusun. Sağ ol, sağ ol, sağ ol. Yaxşı, indi söz verilir böyük məmnuniyyətlə Ədəbiyyat qəzetinin şöbə müdürü Sərvaz Hüseynoğlu'na, bizim gözəl şairimiz və dəyərli ziyalımız. Ben de tebrik edirəm, qələm dostu kimi, bacı qardaş olaraq həmişə bacı kimi. Bizim böyük klassik xanəndə Keçəçoğlu Məhəmməddən soruşublar ki, ən yaxşı xanəndə kimdir? Deyib, kim qohum əqraba, yaxın dost, tanış daha çox toy aparırsa, o ən böyük xanəndədir. İndi mən baxıram burada 75 illiyindən çap olunmuş kitabda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının ən üzvü olan, ən söz sahibi olan insanların imzası keçir. Anar müəllim, Fikrət Qoca, Nərman Həsənzadə, Nizami Cəfərov və sıralanıb demək olar ki, Adəm Bey'ə qədər bütün Azərbaycan ziyalılığının 100'dən çox hamısı bu adam haqqında, Ensiklopediya haqqında söz deyibsə deməli bilən yaxşı, ən gözəl şair söz adam və qələm adamı. Və yenə də bizim böyük klassik xanəndəmiz Cabbar Qaryağdıoğlu bir toyda görür ki, Seyqa İslam oxuyur. Yəni Cabbar belə Cabbar olur ki, bütün muğamları bir muğamın içində oxuyurmuş və ona görə də ona Kəmpürsət Cabbar deyirmiş. Yəni belə bir sənətkar İslam'a münasır deyir, ta mənim burada işğalmadır ki, mən oxuyar, mən ancaq burada bir olsa qol götürüb oynaya bilərəm. Yəni bugün Nizami müəllimin də, Əsəd Cahangir'in də və digər çıxışçıların Fərdə xanım ifadə elədikləri fikirlər əslində Güləmay xanımın nəyə qadir olduğu, bir söz adamı kimi bütün aspektlərdən ifadə edə bilər. Hətta o qədər ki, Nərman Həsənzadə kimi bir klassik o hecada yazan, heca şairimiz, o da Güləmay xanımın o folklərinə belə oradan giriş eləyək fikirlərini ifadə edir. Deməli, xanəndələrdən danışdım. Hacı Baba Hüseynoğlu 60 və 70 illiyində Arif Babayev rəhmətli bir çıxış elədi. Dedi, vallahi bu kişi indi qabaqçından yaxşı oxuyur. Get-gedə zaman keçdikcə, yəni səs baxlar da, səs elə bir şeydir ki, səs əbədi deyil. Qələmlə şeir yazmaq ola bilsin əbədidir, amma səs elə bir şeydir ki, get-gedə qocalır və oxumaq çətinləşir. Və belə baxdı, dedi, vallahi bu kişi Allah haqqı ondan, o qabaqçı vaxtdan yaxşı oxuyur, yaxşı edir. İndi mən 23 il bundan əvvəl Bakıya gəlmişəm işə. 23 il əvvəl görmüşəm ilk dəfə Güləmay xanımı və onun ağlın özünə getməsin. Güləmay gül kimidir misrasından biz doğmalıqlarımız yaratmıyorduk. Onun həqiqətən də o gül kimi olmaq siması mən bugün də görürüm və Allah haqqı bu 23 il keçib aradan yenə sənin o sifətində gül kimilik, o bacı qardaşlıq həyətini görürəm və mən sizə deyirəm ki, dayan bu an, necəsənsə təbrik edirəm. Ən xoş duyularınızı, ən xoş salamlarınızı çatdırın. Çox sağ olun. Sağ olun. Sərvaz müəllim, çox sağ olun. İndi böyük məmnuniyyətlə söz verilir bizim gözəl şairimiz, publisistimiz Zərəngiz Hüseynovuya. Mən bir Qazaxlılar adına əziz bacıma təşəkkür edirəm. Hər birimizin eləyəcəyi bir işi o əvvəlcədən gördü. Biz bəzən insanlarımızın əldə olan, yüksək insanlarımızın qiymətini verə bilmirik. Xalq şair Cabir Novruzun bir sözü var, deyir, sağlığında qiymət verir insanlara. Biz ağızlı varlı bir insanı ucaltmaq əvəzinə ucalara çıxan bir insanımızı çalışırıq ki, nəynəsə endirək, onu görməzdən gəlirik. Elə valla, bugün işığına yığışdığımız 75 yaşını qeyd edən Güləmay xanımın indiyənə qədər bir fəxri adı yoxdur. Mənim özüm üçün də bu çox böyük bir utanç yeridir ki, biz öz ziyalılarımızın qədrini bilənmirik. Onların el adama birdən fəxri ad verilir, el adamın adını oxuyursan, belə mətər qalırsan ki, bəs bizim bu canını qoyan, ömrünü qoyan insanlarımızın əməyi niyə qiymətləndirir? Nizami müəllim, uman yerdən kisərlər, çox üzr istəyirəm. Bəli, indi Osman Sərvəlli demişkən, bizim heç Məmməd İlqarın qocaman şairdir, Türkün şairidir, hələ heç bir adı sanı yoxdur. Yəni, mən Güləmay xanımın şəxsində
istərəm ki, o yaddan çıxanları bizim getdi təəssüf ki, İlqar müəllim katiblik nümayəndəsi kimi bu insanlara qiymət verilsin. 75 yaşıdır, mən istərdim ki, Gülamal xanıma hökumət tərəfindən qiymət verilsin. Onun əməyi də Əsəd bəy çox gözəl onu incələdi, onun yaradıcılığını, onun bu vətənə töhvələrini, bu xalqa töhvələrini. Bizim gələcək nəsil o şəhidlər haqqında o kitabları oxuyacaqlar. Onlar əlbəttə ki, Gülamal xan böyük oğrudur, eyni zamanda xalqın oğrudur. Bəs bu xalq üçün yazan yaranan bir qadının, bir qızın, bir vətənpərvərin qiyməti verilməlidir. Nizami müəllim, siz bizim deputatımızsınız, başımızın tacısınız. Mən elə onu istəyirəm ki, xalq yox, ümumiyyətlə rəsmlər bizi eşitsin ki, lazım olan insana qiymət verilsin. Lazım olan öz əməyinlə, öz alın tərinlə, ürəyini qoyan, bu vətən yolunda qələmini süngüyə çevirən insanların qiyməti görünsün, onlara fəxri adlar verilsin. Mən şikayət eləmək istəməzdim, sözün düzü belə başladı. Siz bayaq çox gözəl deyirsiniz ki, Gülamal elə bir torpaqda böyüyüb ki, o torpağın evladı yazmaya bilməz. Mən Gülamalın bir çox aspektdən, bu mənə söz qalmadı, bizim Salidə xanım onun bir şeirini deyir ki, kədərdən danışır, anası uşağın göz yaşı, amma onu həyatında yaşayan bir insandır Gülamal xanım. Mən onun 9 yaşlı nəvəsinin kitabının təqdimatında olmuşam. O uşaq anadan yetim qalmışdı. O uşaq bu analıq, ona həm nənəlik, həm analıq, həm bədii, böyüklük eləyən, müəllimlik eləyən bir insan səbəbinə 9 yaşında kitab yazmışdı və o kitaba xalq yazısı Çingiz Abdullayev ön söz yazmışdı Nizami müəllim. Yəni bu həm xalqına fədakardır, eyni zamanda öz ürəyinin tərcümançısı olan bir insandır. Fədakar bir nənədir, fədakar bir anadır. Bayaq mənim gözəl qardaşım Əsəd ona ana dedi. Həqiqətən də o analığı bacaran, analığı nümayişsiz, filansız, İlqar müəllim də görürsünüz necə o detalı vurğuladı ki, o sülhə gedən, həmişə insanların bir-birini başa düşməsi, insanların bir-birini sevməsi üçün, insanların bir-birinə dəyər verməsi üçün çalışan gözəl bir anadır. Mən bəzən bir ara ondan incimişdim, deyirdim, necə ola bilər, biz ondan yol yoldaşı olmuşuz, çörəkə, hətta bir çörəyi yar bölmüşük. Gülamal xanım, mən birdən unudub bu nədir, amma bu kitablar ki, Nizami müəllim il-ildən kitablar, saysız kitablar o yazır, mən özüm də bir qələm alam kimi. Deyirəm, Gülamal xanım, heç vaxtı yoxdur ki, mənə zəng eləsin ki, ay Zələngiz, haradasan, ölmüsən, qalmışsan. Yəni, bəzən onu dönüş, yəni, bir barjı kimi, böyük barjımdır, mən onunla yol yoldaşı olmuşam. Ataların sözü var, deyir ki, insana yol yoldaşı olanda, qardaşının xəsiyyətini bilirsən, deyir, yol yoldaşı olmamışam. Mən onunla Gəncədə səfərdə olmuşam, hər şeyə poetik yanaşan, hər şeyə xeyirxahlıqla, bir müsbət bucaqdan yanaşan bir xanımdır. Gülamal xanım ən kritik anda da görürsən ki, bir ilıq münasibət yarada bilən bir xanımdır. Təhcə ədəbiyyatda fəaliyyətinlə, insanlara məhəbbətinlə yox, o təlqin elədiyi analıq hissindən də bizim həmişə rəğbətimizi qazanıb. Mən ona uzun ömür, can sağlığı arzularam və arzu edirəm ki, mənim bu arzum da qulaqlara çatsın. Bəlkə də bu heç gedib ölkə başçısına çatmır. Məmurlar o təqdimatları siyirtmələrdə saxlayır, Nizami müəllim. Bəlkə də onun təqdimatı var. Bəlkə də yazıçılar birliyi tərəfindən olub da bu təqdimat. Mən şəxsən özüm deyə bilərəm, mənim adıma 5 təqdimat olub, birini təsdiq eləməyiblər. İstərdim ki, bu yubilə ilə əlaqədar Gülamal xanıma bir adım versin. Onunla arzulayam. Zələngiz xanım, çox sağ olun. Buyurun. Bu zaman Gülamal xanım Yazıçılar Birliyində işləmək istəyəndə mənlə də məsləhətləşdi. Mən dedim, ora intriqa yuvasıdır. Sən ora getmir. Belə yox, gedəcəm. İndi mənim üçün çox xoşdur ki, Yazıçılar Birliyi katibi deyir ki, burada mühit yaranır. Deməli, Yazıçılar Birliyinin də ötəsindən gəlir. Buradakı sakitlik, təmkin, Yazıçılar Birliyi olmalı. Orada maraqlar çox. Hamısı da qələm adamı, söz adamı.
və biraz onlarla şərhlaşırlar. Güləmayel bax o yeni bir yaratılır. Şair, həkim, Nazilə xanım Gültac. Güldən seçilməyən bir xanımın, dəyərli ziyalımızın, gözəl şairimizin, Güləmayel ananın poeziyasının işığına, qəlbinin işığına yığışmışıq. Doğrudan da Güləmayel xanımı mən də uzun illərdir tanıyıram. Nəcib bir gözəl xarakterli insan kimi, təbəssümü ilə, mülayimliyi ilə hər kəsin qəlbində özünə isti bir yuva qurub. Güləmayel xanım şair olaraq, yazıcı olaraq bir qadın ömrü, şair ömrü yaşayıb. Çünki qadınlar üçün həyatda yaşamaq, biraz işlərində mübarizə aparmaq çox çətindir. Güləmayel xanım bunun öhdəsindən gəlib. Onun şeirlərində nə ağlamaq, sızıldamaq yoxdur. Mətin bir qadın ürəyi var sinəsində. O, sevgi şeirlərində də, hətta şəhidlərimizdən yazanda da elə yazıb ki, orada ağlamayın deyir, fəxr eləyin, qürurlanın. Bu çox önəmli bir hissdir. Bunun üçün Güləmayel xanımı bağrıma basıram, o gözəl ürəyindən öpürəm. Can sağlığı, gözəl günlər, yaradıcılıq arzulayıram. Sağ olun. Azra xanım, çox sağ olun. Siz də sağ olun. Nihat Ələskərli buradadır. Salamlayıram hər birinizi. Söz verdiyiniz üçün təşəkkür edirəm. Dəyərli şairimiz Güləmayel Muraddan Şuşa ətirli türkü Şuşaya çağır şeiri. Mənim soyum, kökümdür qədim Turan illəri. Buradan Tanrının səsi, türkün nəfəsi yağır. Azərbaycan, Türkiyə, bir millət, iki dövlət. Bu himni oxumağa türkü Şuşaya çağır. Səs salsın şahin kimi asimana səsimiz. Yayılsın dörd bir tərəf, dörd bir yana səsimiz. Gətirsin tarixləri yenə cana səsimiz. Bu himni oxumağa türkü Şuşaya çağır. Yağlar baş qaldırıb deyə bilərmi qan, qan. Türk elləri birləşib olsalar yenə bir can. Azərbaycan, Türkiyə, Türkiyə, Azərbaycan. Bu himni oxumağa türkü Şuşaya çağır. Qoy bu himn hər misra, hər bir bənddə oxunsun. Türk yaşayan hər şəhər, hər bir kənddə oxunsun. Ankara, Bakı, Daşkənd, hər başkənddə oxunsun. Bu himni oxumağa türkü Şuşaya çağır. Bunu zaman eşitsin, eşitsin bütün ellər, bütün cahan eşitsin. Mənni türkəm söyləyən hər bir insan eşitsin. Bu himni oxumağa türkü Şuşaya çağır. Sevinçsən, sevgisən, eşqsən, həyatsan. Kainatdan böyük bir kainatsan. Tanrı yaratdığı ədəbiyyatsan, əməlin yazdığı əsərsən, qadın. İstəsən zərdüştü oyandırarsan, kiri öz qanına boyandırarsan, örpəyinlə qoşun dayandırarsan, hökümdar qabağı kəsərsən, qadın. Türk qadını daim əlini Türk kişisinin kürəyinə qoyduğu zaman o Türk kişisinin dizini yerə gətirmək çox çətin məsələdir. Biri var ki, Neyman ana ömrü yaşayasan, biri var təxminə ömrü yaşayasan. Mən Güləmayel anaya ilk gördüyüm gündən elə ana deyirəm. Çünki o ana sözünü o qədər ürəklə deyirəm ki, çünki ana adına mənim şairlər bir şair ömrünü yaşamaq üçün, bir şair ömrünü yaşatmaq üçün neçə milyon talih yaşamalısan. Şairlər gözündən yox, ürəyin ruhunla görəndə, ürəyinin gözündən görəndə onu daha dəqiq analiz edə bilir. Mən Güləmayel xanımı qəlbimin gözündən görmüşəm. Çox hörmətli Əsəd Cahangirin
otağında ilk təsadüfümüz orada olmuşdu. Mən bu gün də Allahıma minnətdaram, təşəkkür edirəm ki, məni bax sizin kimi insanların əhatəsinə gətirib. Mən bir daha təbrik edirəm. Daha o qədər gözəl sözlərdən sonra da hər kəs yaradıcılığınız barədə hər şey deyib. Mənim nəsə deməyim həm yaşıma görə, həm təşəkkür edirəm. Çox sağ olun. Səninlə danışılmış şey. Təşəkkür edirəm. Məmnuniyyətlə söz verir Cəmail İlhamın tələbə yoldaşı Profesor Hüseyin Novruzov. Biz tələbə yoldaşı olmuşuq, ona görə Güləmail deyirəm. Ancaq ədəbiyyat tərəfdən, yazılarından danışdı. Axı Güləmail bir yerdə biz instituta girəndə, birinci kursda biz 29 nəfər idik. 5 ildən sonra 11 adam biz qutardıq. Demək, bu adamda mühəndisliyə də meyil olub, çox böyük meyil olub. Mühəndisliklə bərabər həm də bu uşaqların təhsili ilə məşğul olub. Güləmail, təbrik edirəm. Nə deyim? 75 deyim, 100 demirəm, 99 gedər də. Bizim akademika deyilən tarix hündürdən deyilməlidir. Şair, Nigar, hər oluyor. Güləmail xanımı mən demək olar ki, çox az tanıyıram və birinci dəfə onu Yazıçılar Birliyində görmüşəm və onu demək istəyirəm ki, çox təvəzzökar xanımdır. Çünki mən ona sual verəndə, yəni öz yaradıcılıq barəsində, yəni o mənə belə demək olar ki, heç nə demədi. Ona görə mən buraya elə bir ki, onunla tanış olmağa və sizin çıxışlarından, yəni çıxışlarınızı qulaq asmağa və onunla, yəni daha onun yaradıcılığıyla daha dərindən tanış olmağa bəlkə də belə də demək olar gəlmişəm. Və mən anladım ki, Güləmail xanımın çox böyük, onun belə bir ünvan kimi poetik bir qəlbi var, poetik dünyası var, yəni poetik bir, necə deyərlər, könlü var. O, adi bir şeydə qeyri-adilik bir şey görə bilir. Gözəl yazır, gözəl yəni qələmi var və onun mövzusu var. O, vətənpərvər bir şairdir. Sonra yaradıcılığı da çox böyükdür, çox dərindir. Mənim çox yəni, marağıma gələn odur ki, doğrudan da o burada deyiblər, amma mən də onu yəni, gördüm burada, bu kitabda gördüm. Onun başqa xalqların yəni yaradıcılığına da, poeziyasına da çox böyük marağı var. Və doğrudan da dünyada, məsələn, bu Yaponiya poeziyasının festivalları, məsələn, onun adı Hoseoshi, belə bir yəni, adı var və onlar hər il keçirirlər və orada məncə mən istəyərdim ki, bizim də şairlərimiz Azərbaycandan orada iştirak eləsinlər və Güləmail xanımın burada yəni, o Yapon yəni, poeziyasına müraciəti çox xoşuma gəldi. Çünki haykunu hər şair yaza bilməz və çünki o elə bir ki, bir qısa bir sətirlərdə siz böyük bir dərin bir məna verməlisiniz. Və nə demək istəyirdim yenə? Güləmail xanım çox bir nətər deyirlər, həm təvəzzökar xanımdır, həm də ki, onun üzünə baxanda, onunla söhbət eləyəndə doğrudan da bir adama bir sakitçilik gəlir. Yəni ki, siz elə bil ki, bir həkim kimi adamı sakitləşdirirsiniz, əsəblərini sakitləşdirirsiniz. Bu da yəqin ki, bilmirəm, sizin ürəyinizdən gəlir, sizin xasiyyətinizdən gəlir, bir gözəl bir Azərbaycanlı xanım kimi. Axırda nə demək istəyirdim? Yaş barəsində deyəndə siz həmişə, yəni burada deyirsiniz 75 yaş və s. və s. Artıq dünyada
qəbul olunub ki, 75 yaş bu orta yaşdır. Bu heç də qocalıq deyil. Ona görə xahiş edirəm, siz də belə qəbul edəsiniz. 80 yaşından sonra ancaq qəbul edirlər ki, yəni ki, qocalıq kimi. 80 yaşından sonra. 75 yaş hələ siz hələ cavansınız. Və öz cavanlığınızı yaşayın, yaradın. Gözəl Gülmayıl xanım, sizə can sağlığı diləyirəm, mənalı, bundan da daha mənalı bir ömür, uzun ömür diləyirəm və sizi təbrik edirəm həm bu yubileyiniz münasibətilə, həm də bu kitab münasibətilə. Çünki bu kitab, bu sizin elə bir ki, inşallah axırıncı övladınız deyil. Ona görə bu kitab da göz açıb bu dünyaya. Bu kitab münasibətilə sizi ürəkdən təbrik edirəm. Tovuz əsrlidir əslim, aşıqlıq nəsillidir nəslim. Azad ölkəmiz üçün asılım, kəsilim. Bax, bu bizim bu gözəl şairimiz bugün Gülmayıl xanımın bu gözəl tədbirində arz edirəm, bu gözəl tədbirin daim olsun və çox arzu edirəm ki, heç zaman yorulmayasınız bu işləri. Bugün bu möhtəşəm tədbirdə çıxış etmək üçün mənə də söz verdiklərinə görə çox təşəkkür edirəm, özümü xoşbəxt sayıram. Mən bu natiqlərimizin həqiqi və doğru çıxışlarından sonra mənə qalan ancaq onları səmimi qəlbdən təsdiq edib və onlara qoşulmaq qalır. Düşüncələrimi sizin düşüncələrlə bərabər sanıram. Bu gözəl təbriklərə qoşuluram. Deməli, Gülmayıl xanım, sağlam ömür sizə yaşdan getdi söhbət, yüzü aşırasınız. Sonra bir də onu arzu edirəm ki, bu gözəl çıxışda bacım gözəl bir fikrə toxundu. Mən də onun tərəfdarıyam, bu gözəl fikrin ki, sizin gözəl bir ad sizi gözləyir. Çox tezliklə inşallah o gözəl ada layiq olasınız və o adınızla qovuşasınız. Eşq olsun hər zaman. Bir gözəl Azərbaycan anası və milli mənəvi dəyərləri öz gözəl simasında, öz ədəb ərkanında yaşadan bir xanım tanıyıram. Hər dəfə onu görəndə onun üzündəki o nura vuruluram. Üzünüzdəki nur heç zaman əksik olmasın və sizin üzünüzdəki nur arzu edirəm ki, bütün Azərbaycan qadınlarının üzünə yansısın və bütün Azərbaycan qadınları sizdən milli mənəvi dəyərləri öyrənsin. O milli mənəvi dəyərləri bəzən görürük də, çətinliklə deyəcəm, biraz küçədə gəzəndə, görməyəndə adam darıxsıyır, narahat qalır ki, niyə mənəviyyətimiz belə əksilir? Qoy sizin simanızda bütün Azərbaycan qadınları hər zaman milli mənəvi dəyərlərimizin keşiyində olsunlar. Və sizi ürəkdən təbrik edirəm. Seyranə xanımın burada bir şeirini mənə havalə edib ki, sizə çatdırın. Onu Seyranə xanımın adından deyəcəm sizin üçün. Mən qirayətçi deyiləm, özündən oxuyacam, bilmirəm nə dərəcədə alınacağım deyə. Qaynar səsin şölələnsin bu gənclik nəfəsində, yaz sədalı, yaz eşqi var Güləmayıl səsində. Nə xoşbəxtlik yaşayırıq biz odlar ölkəsində, könüllərin zirvəsində sən zirvədən ucasan, süh məramlı qanadını səmalara asasan. Şeir sənət körpüsüsən, xoş sədalı, müjdəli,
Turan qurdun bu işinin yox çətini, əngəli, vətən deyib addımladın, kömək olsun haqqəli. Bu millətin ürəyində sən zirvədən ucasan, sülh məramlı qanadını səmalara açasan. Nə müddətdir Turan deyib, o yollarda gedirsən, bülbülləri susan bağı möhtəşəmlik edirsən, şairləri həm cəm edib, bağı gülşən edirsən, bu millətin ürəyində sən zirvədən ucasan, sülh məramlı qanadını səmalarda açasan. Bu vətəndə, bu diyarda güləmail deyəndə, növrağına, xoş gününə, həbslər baş əyəndə, Turan eli Azərbaycan səninlə öyünəndə, seyranənin ürəyində sən zirvədən ucasan, sülh məramlı qanadını səmalarda açasan. Var ol Güləmail xanım, sənə bağırma basıb, öpürəm, var olasan. Həqiqət xanım, çox sağ olun. Sağ olun. İndi mən bizim çox mötəbər bir xanıma söz verəcəyəm. O həm şairdir, həm alimdir. Arzu xanım verirəndir. Mən hələ onunla 2006-cı il idi, təxminən 20 il keçir. Tanış olduq biz. Elə o vaxtda da mənim əlimdən tutub Qazağa getdik. Göyəzən dağının ətəklərindən, Göyəzən dağına qalxıb göyləri seyr etdik. Ancaq o vaxtdan 20 il keçir. İnşallah mən hələ onu Nehrəmə aparmamışam. Yəqin ki, 20 ildən sonra gedərik Nehrəmə və orada da Haça dağın zirvəsini fəth etmiş olarıq. Əziz bacım, bir daha səni yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Allah səni bizə, Azərbaycan ədəbiyyatına çox görməsin. Çox təşəkkür edirəm. Sağ olun. Şair, publisist, Qonçalı İctimai Birliyinin sədri, Fatih Bərgənin Asaqalı. Mən təşəkkür edirəm hər birinizə, çıxış edənlərin və sizin sözlərinizə, fikirlərinizə qatılıram. Eyni zamanda bizim Özal xanım, deməli, Güləmail xanım Azərbaycan qadın şairlərinin önündə gedən bir xanımdır. Eyni zamanda bu, deməli, fəal bir ictimaiyyətçidir. Bizim də Borçalı İctimai Birliyi üzvüdür. Eyni zamanda Türk Dünyası İnfo İctimai Birliyinin vaxtı ilə təşkil edilmiş layihələrin ən fəal iştirakçılarından biri Nizam müəllim. Deməli, Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi layihəsində uğurlu iştirakına görə biz onu təqdim edirik və eyni zamanda böyük yaradıcılıq uğurları arzu edirik. Şair, publisist, Lara xanım, Bağırlı. Mənə söz verdiyiniz üçün mən çox təşəkkür edirəm. Sizin kimi ziyalı böyük insanların qarşısında çıxış eləmək təbii ki, çətindir. Çünki mən sıralara yeni qəbul olmuşam və Güləmail xanımı çox qısa bir müddətdə tanımağıma rəğmən onun çox böyük insani keyfiyyətlərə və insani dəyərlərə malik əsl Azərbaycan xanımı kimi tanımışam ilk növbədə. Və mən həmişə inanmışam ki, və görürük bizim Allah Teala yaradan həmişə yer üzündə seçilmiş insanlar göndərir. Bəzisinə öz yaradıcı ruhundan bir damla, bəzisinə öz harmoniyasından, bəzisinə öz elmi bir zərrə bəxş edər ki, yer üzündəki insanlara xidmət etsin. Və yaradıcı insanlar da Allahın seçdiyi insanlardır ki, öz ruhundan bir damla verər, bir zərrə verər ki, yaratsın və insanların mənəviyyatına, insanların ruhuna qida olsun və insanların yatmış duyğularını oyatsın və insani keyfiyyətləri daha da zənginləşdirsin. Təbii ki, bu çox böyük bir missiyadır, çox böyük bir məsuliyyətdir və bu məsuliyyəti
layiqincə yerinə yetirən insanlara mən əminəm ki, Allah Taala öz cənnət hədiyyəsini verir və məhz mən Güləmayıl xanımı tanıdığımda və mən sözün əsl mənasında insani keyfiyyətlərinlə birlikdə bu yaradıcılığı, bu Allahın verdiyi, göndərdiyi bu nuru necə öz ədəbiyyata yansıtdığından insanlara yansımasını və mən şahidi oldum. İnsanların nə qədər ki, aydındırsa, düşüncələri aydındırsa, zəkası nə qədər itidirsə, əxlaqi dəyərləri, elmi və bilgisi nə qədər zəngindirsə, onun sözünün sehri də güclü olur. Onun sözünün işığı da güclü olur. Mən Güləmayıl xanımda bu sözün sehrini, hər kəs onun yaradıcılığını görəndə təbii ki, bu işığı da görür, bu gücü də görür və onun yaradıcılığına diqqət eləyəndə mən gördüm ki, Güləmayıl xanım həyatın dərin qatlarına enməyi bacaran, aləmlərə, göylərin aləmlərə təmas etməyə bacaran və oradakı həqiqətləri və gerçəyi görüb ədəbiyyata yansıyan, həyatına və şəxsiyyətinə yansıyan bir insandır. Və onun, məhz hər kəs söylədi, onun bu işığını, məhz onun işığı, bax bu təmasdan, Allahın bu yaratdığı bu aləmlərdə, onun öz daxili aləmindən, o geniş aləmlərin təmasından yaranan o qığılcımları gördüm. Güləmayıl xanım, sizi təbrik edirəm. Təbii ki, sizin insanın yaşı onun ilinlə ölçülmür. Onun həyatda qoyduğu izlə, qəlblərdə qoyduğu izlə ölçülür və siz həm yaradıcılığınızda, həm ədəbiyyatımızda böyük bir işıq, böyük bir iz qoymağınızla siz hələ əsrlərlə yaşayacaqsınız. Mən belə düşünürəm. Təbrik edirəm bir daha sizi. Allah can sağlığı versin. Mən onu analar anası kimi tanıyıram. Tanıdığım müddətdə onu mən bərk danışan səsini eşitməmişəm. Bir ana kimi. Bizlərdə bəzən görürsən ki, əsəbləşirik, eləyirik. Amma onun mən hələ də belə səsini eşitməmişəm. Allah can sağlığı versin. Mən sizə bir şeir yazmışam ad günü. Ona görə onu mən sizə deyim. Təbrik edirəm. Ötürdün ömürdən 75-i yola, solmasın çiçəkli gülzarın şair. Yaratdın sözlərdən yenilməz qala, ucalsın vüqarın şair. Qaynar yaradıbdır təbin ilhamın, sən safsan doğru söz, haqdır günahın. Olsun dar günündə xalqın pənahın, gülsün təbiətin, gülzarın şair. Zülmətə nur saçan hər zaman şamın, yığılsın şəninə qohum qardaşın, olsun 90 yaşın, olsun 100 yaşın, var olsun əbədi İlqarın şair. O gün olsun sənin 80 illiyini, 90 illiyini burada keçirdək. Allah can sağlığı versin, uğurlar arzulayıram.
İndi də böyük məmnuniyyətlə Güləmail Muradın qızı Həkim Yeganə xanıma söz verirəm. Mən də gəlir ki, onun yaradıcılığı haqqında bütün notlara incəliklə hamı toxundu o tərəfinə mən toxunmaq istəmirəm. Çünki bəlkə bu biraz da qısqanclıqdır. Mən anamın ana tərəfini daha çox sevirəm. Həm də onu mən gözüm açandan müəllim kimi görmüşəm. Ona müəllim kimi daha böyük dəyər, daha böyük qiymət verirəm. Çünki bilmirəm, yenə deyirəm, bəlkə bu biraz egoistik səslənəcək. Onun şair tərəfini bir o qədər sevmirəm. Çünki o şair tərəfi bizə aid deyil. Yəni, şair olandan sonra, yaşlar bildiyimiz bu olandan sonra demək olar ki, bizə daha az vaxt sərf edir, bəlkə bu biraz qısqanclıq səslənəcək. Amma yenə də deyirəm, onun ana tərəfini daha çox sevirəm. Burada dəyərli insanlar çox ona ana deyərək müraciət edirlər. Məncə də. Onun üçün onun ana qayğısı bizim üçün həyata onun istəməməliyi məncə heç bir şey olmuyor. Müəllim tərəfini də onu həmişə sevmişəm, çünki müəllim olaraq savadlı bir pedaqoqdan əlavə həm də öz tələbələrinə doğrudan həmişə qayğı ilə yanaşır, onların həmişə tərəfini saxlayır. Onların həm savadlı olmağı üçün, həm də həyatda yer tutmağı çox böyük rol oynayır. Düşünürəm ki, o bizdə və eyni zamanda anadan alığa həm də müəllim olub həyatda. Bugünkü duruşumuzda, həyatda yer tutmağımızda, ailəmizdə olan mövqeyimizdə anamın çox böyük rolu var. Və mən düşünürəm ki, bugünkü uğurlar ona layiqdir. Bugünkü uğurlarına da ona da anam layiqdir. Bu qədər, onu çox sevirəm. Osman müəllimə söz veririk. Atatürk Mərkəzinin mavini. Ayıb olmasın mənim mavinim. Buyur Osman. Amma əsas üstünlüyü odur ki, Güləmail xanımdan eyni kənddəndir və Osman Musayev. Və Güləmail xanımı da mənlə tanış eləyən Osmandır. Osmangilin kəndində ham istedaddır. Sadıqlı kəndində istedadsız adam yoxdur. Mən indi bildim nəyə görələrdir, çünki hərəsinin kökü bir yerdən gəlir. Zəngindirlər, biri Qarsdan gəlir, biri Borçalıdan, Qaraçöpdən, biri belə. Buyur Osman. Güləmail xanımın bir şair kimi mənim çox xoşuma gəldi. Həm Nizami müəllimin şərhində, həm Əsəd Cahangirin və İlqar Fəhminin və Salidə xanımın şərhində mənim çox xoşuma gəldi ki, o şairlik istedadının bütün tərəflərini çox yaxşı təhlil edilər. Mənim Atatürk Mərkəzində biz çox məclislərdə yola vermişik, iştirak eləmişik. Hamı gəlib kitabdan, onun bədii məziyyətindən, elə yoldaşlıq, dostluqdan danışıb. Ədəbiyyat söhbəti olmur. Mənim çox xoşuma gəldi ki, bugün buradakı məclisin elmi sambalı yaxşı oldu. İkinci, Güləmail xanımın yoldaşları, dostları, şairə belə həmkarları danışdılar. Onu bir insan kimi, bir ana kimi, bir belə nurlu bir insan kimi mənim çox xoşuma gəldi o ifadə. Doğrudan da Güləmail xanım ümumiyyətcə gənc. Mən uşaq vaxtına Güləmail xanımı belə tanıyırdım, belə məndən 5-6 yaş böyükdür. Nurlu uşaq qızlığında da elə, belə uşaq vaxtında da sifəti digər qızlardan fərqlənirdi ki, o həmişə adam görünəndə sevinirdi. Bax, bu iki obraz mənim ki, belə onu şərh elədilər, mənim çox xoşuma gəldi və mən bir qürur hissi duydum ki, bax, belə bir xanımla, mənim eyni kənddənəm, qohumam, mən ona Ağbirçəyimiz deyirəm, o da mənə Bakı şəhərində mənim arxam, dayağım deyir, bəzən Osman dədə deyir, bu da mənim üzdə xoşuma gəlməsə də içimdə xoşuma gəlir. Yəni, bizim münasibətlərimiz bir qohum kimi, bir el oğul, el qızı kimi çox dərindir.
Mən bir şey demək istəyirəm ki, mən ümumiyyətcə az-çox biraz da kitab-sad oxumuşuq. Getdikcə, biraz yaşlaşdıqca bədii əsərə belə uşaq vaxtdakı kimi orada nədən danışılır kimi və yaxud ona bədii fakt kimi, bədii mətn kimi baxmıram. Mən getdikcə bəzən Nizami müəllimlə söhbət edirəm, mən ona insan kimi baxırsan ki, bax bu insanda, əgər bu bədii əsər səni qane eləyirsə də, yəni nə mənada? O bədii əsərin arxasında bir şəxsiyyət durursa da o mənə maraqlıdır. Hətta sonradan mən biraz ədəbiyyat nəzəriyyəsindən dərsləyəndə gördüm ki, 19-cu əsrdə Fransada belə bir nəzəriyyə də olub, bioqrafik nəzəriyyə, Saint-Beuve adında bir adam. O, insanın şəxsiyyətini öyrənmək üçün onun əsərlərindən də istifadə edib, mən üzr istəyirəm, çox danışdım. Bütün bax bu parametrlər, xüsusilə qadın adından şair olmaq da biraz xeyli çətinlik, problemləri var Azərbaycan cəmiyyətində. Bu yaxında da gördünüz ki, bu Məhsəti ilə bağlı olan o yazıda da belə o filmlə bağlı söz-söhbətlər oldu. Onun işığında, tarixə baxanda da görsün ki, həmin o münasibətin göstərilməsi üçün tarixi əsaslar da var və s. və ilə. Bax, bu çətinliklər. Bütün bunların hamısı nəzərdən keçirəndə mən Güləmail xanımla eyni kənddən olmağımla qürur duyuram, fəxr edirəm ki, bax, mən deyirəm, bəlkə yazdıqları zəif olsun, ancaq o addımlarını da səhv eləməsin. Bu baxımdan Güləmail xanımı həm kitabının, mən də bir yazı yazmışam orada, həm kitabının çap olunmasına, çoxlu kitabları çap olub, özdə çoxlu da Nizami müəllimin söz yazıbdır, Nizami müəllim də özü yazıb ki, hər kitabı da söz yazmaq istəmir və həm də 75 yaşını, bəzən Anarın bir əsər var, orada insan deyir ki, sən bir yerə getmişsək, yazıblar 3 il, 2 il, 5 il ki, niyə elə yazıblar, deyir ki, onun ən xoşbəxt olduğu illəri qeyd edirlər. Güləmail xanım mənə elə gəlir ki, 75 il yaşayıbsa, 75 ilində xoşbəxt yaşayıb və mən onu təbrik edirəm. Nə qədər ürəyi istəyir, nə qədər nəvəsi, o Murad adını götürdüyü o nəvəsi, nə qədər istəyirsə, Güləmail xanım o qədər yaşasın. Onun yaşamağından biz sevinirik. Bir dəfə, bunu da deyirəm, qutarım, bir dəfə, aynı zamanda, sən də oradaydın, bilmirəm, Teymur Bunyadovun, akademik Teymur Bunyadovun akademiyanın kitabxanasında yubileyi keçirilirdi. İndi hamımızı çox sevdiyimiz, Yastada yüngül olsun, Nərmin müəllim çıxdı, qəribə bir çıxış elədi. Nəysə, dedi ki, ay cəmaatı, Allah ömür veribdir, yaşayırıq da, nə istəyirsiniz? Sən nə qayrıraqdır? Doğrudan da deyir ki, sənin nə qayrı? Bəzən görsən, o yasılar şairlərdə çox olur ki, filan kəs niyə ölmür? Niyə ölsün ki? Ay, niyə ki? Nəyə görə, səbəb nədir? Qoy, Allah verdiyi ömrü özü ürəyi istəyən qədər yaşasın, Allah. Nə qədər istəyirsə o qədər yaşayın. Sağ olun, var olun. Cənnətim Şuşa kitabını üzərində çalışanda, tərcümə eləyəndə belə hisslər keçirdirdim ki, sözü açığı şəhidlər haqqında yazanda ağlayırdım, gizlətmirdim öz kövrəkliyimi. Nə deyim, Güləmail xanım əziz bacımdır, mənim əzizimdir. Mən fəxr edirəm ki, mən onun tərcüməçisiyəm. Tərcüməçi qalsın bir yana, Güləmail xanıma mən bir şeiri yazmışam, o mənim, necə deyərlər, ən, o deyirlər, proqramla istiqbareniyə. Belə bir şeirdir ki, bir dəfə yazılır. Öyle hər şair onu yaza bilmir. Belə şaguli formasında gəlir, onun adı açıqlanır. Gözəl təbəzzökar şairə insan, ülvi duyğularla yaşayırsan, inan, lazımsan hamıya, ey əhli müminat, əsil vətənpərvərsən, yazırsan rahat. Mübarək qədəmlərin gəzib Şuşada, Allahın izni ilə müqəddəs Qarabağda. İlhamla həsr edərsən şeir ilhama, lütfünlə çatarsan bacın mehribana və sən layiqsən ki, sənə prezident təqayyütü versinlər.
orden versinlər. Bütün mükafatları. Buna layiqsən. Öpürəm səni. Haridə xanım. Bəli. Haridə xanıma söz verin. Buyurun. Mən Nizami müəllim başda olmaqla bütün məclis iştirakçılarının hər birini salamlayıram. Bu gözəl qış günündə bura təşrif buyurub gəlmişsiniz. Qədəmləriniz mübarək olsun. Həmişə gününüz gözəl və xoş keçsin. Güləmayıl xanımı mən çoxdan tanıyıram. Yaradıcılığına bələdəm. Çox məhsuldar bir yaradıcılığı var. Güləmayıl xanım gözəl anadır, gözəl müəllimədir, gözəl ailə başçısıdır, gözəl də şairədir. Həm də gözəl dostdur. Güləmayıl xanımın saçındakı ağları mən uca dağ başındakı qara bənzədirəm. Güləmayıl xanım yazdığı əsərlərini, yazılarını, şeirlərini dağdan bir qələmlə elə bir çınqıl qoparda, əziyyətlə o dağa yüksəlib. Uca dağ başında həmişə qar olar Güləmayıl xanım. Səməd Vurğun demiş. Allah şairlərimizin rəhmətə gedənlərinin hamısına rəhmət eləsin, ruhları şad olsun. Onların ruhları da belə məclislərdə dolanır. Hər zaman var olsunlar. Güləmayıl xanım, indiki kitabınız mənim əlimdə yoxdur. Mən istəyirdim ki, sizə illərlə unudulmuş bir əvvəl-axır zəncirləmə oxuyum. Amma yorulmuşsuz, ona görə balaca bir tərcüsü oxuyacağam. Güləmayıl xanıma isə yaradıcılığında həmişə belə, necə deyim, bir əskər kimi dayanmağı arzulayıram. Həmişə belə sağlam olun, gözəl olun və işinizdə, yazınızda, həyatınızda həmişə mübariz olasınız. Həmişə belə olun, sükanı belə saxlayın Güləmayıl xanım. Mən sizə 75 yox, yaşadığınız gözəl ömürdən sonra sözünüzün əbədi söz ömrünü yaşamağınızı arzu edirəm. Əbədi yaşamı qazanasınız. Ən gözəl arzum da odur ki, sizə həmişə sağlam və xoşbəxt olun, həmişə belə qələm əhli tərəfindən, xalqınız tərəfindən seviləsiniz. Biz özümüz Azərbaycan xalqı olaraq vətəni, xalqı çox sevən xalqıq. Şəhidlərdən, müharibədən yazmaq çox ağırdır. 44 gündə mən özüm gözümü bir dəfə də yummadım. İnanın, bir gecə gözümü yummadım. Şəhidlərdən yazmaq çox ağırdır. Siz bu işin öhdəsindən də gəlirsiniz. Allah sizə can sağlığı, uzun ömür versin. Kitablarınız da axarlı, baxarlı olsun. Həmişə yazın, yaradın. Sizə müvəffəqiyyət arzulayıram və bir dənə tərzislə sizinlə sağollaşmaq istəyirəm. Eşq atəşim odun ilə qalandı. Məhəbbətim son anacan qalandı. Bil Xalidə bir alınmaz qalandı. İnanmırsan, min yol onu sınayar. Çox sağ olun. Hər birinizə can sağlığı arzulayıram. Sağ olasınız. Buyurun siz. Və bugün bura gələndə, bu mərkəzə gələndə Zülfiyə xanımla tanış olduq, sizin işçinizlə. Nizami müəllimi çoxdan tanıyırdıq, onun çıxışlarına qulaq asırdıq və Azərbaycanımızın belə bir ədəbiyyatçısı, tənqidçisi olmağı ilə fəxr eləyirdik. Zülfiyə xanımın gözəl təqdimatından sonra sizə daha çox hörmət elədik. Çox sağ olun ki, həqiqi mənada gözəl təmsil edirsiniz bizim Azərbaycanımızı. Güləmayıl xanımı isə mən adi bir təsadüf nəticəsində Əzizə Ağa Hüseyin qızı, yəqin ki, tanıyırsınız, belə bir şairə. Onun yubileyində tanış oldum sizinlə. Balaca bir broşüranı mənə öz avtoqrafınızla yazdınız, bağışladınız. Və bu günlərdə isə Ulu öndərimiz Heydər Əliyevin 101 illik il dönümündə sizin kiçik bir şeirinizi oxudum, onu qiraət elədim. Mən onu da deyim ki, mən qiraətlə məşğulam, qiraətçiyəm. Moskva camisində məni yaxşı tanıyırlar. İndi Allaha şükürlər olsun ki, burada da dostlar tanıyır. O şeiri istədim, sizin nəzərinizə çatdırım. Zaman və qulaq haqqınızı halal edin, dinləyin. Olar mı? Salamlar, dostlar. Hər vaxtınız xeyir olsun. Mən istəyirəm sizə
sevimli şairəmiz Güləməli Muradın bir şiirini qiraət edin. Göz və zaman haqqınızı halal edin, dinləyin. Sevdin doğmasını, sevdin yadını, verdin millətinə könül odunu, yazdın tarixlərə xalqın adını, tarixsən, zamansan, Baba Heydərim. Haqqın, ədalətin tərəfisən sən. Şərəfisən sən. Bilgə xaqanların xələfisən sən. Bilgəsən, xaqansan, Baba Heydərim. Göylərə baş vuran bir qoca dağsan, əbədi gül açan bağçasan, bağsan, Naxçıvan, Qazaxsan, sən Qarabağsan, sən Azərbaycansan, Baba Heydərim. Naxçıvan, Qazaxsan, sən Qarabağsan, sən Azərbaycansan, Baba Heydərim. Qiraət etdi Nəzakət Mustafa. Təşəkkür edirəm, çox sağ olun. Nədə söz verirsiniz mən? Nizam mənim, çox sağ olun mənə söz verdiyiniz üçün, vaxt ayırdığınız üçün. Onu qeyd edeyim ki, mən sizdən heç belə görüşməmişəm. Yəni sizi mən də həmişə televiziyada, tədbirlərdən, ekranda görmüşəm. Özümü təqdim edeyim, Nazlı Hacılı, 19 kitab müəllifi və bunu da qeyd eləməmək günah olur ki, mənim babam klassik şair Əncümani Şuaranın Qüdsi bənəndisidir. Mən o ailədənəm, Qüdsi bənəndinin törəməsiyəm. Güləməy xanımın demək, bugün həm hər kəs danışdı onun haqqında. Onun nəcabəti, onun nəzakəti insan heyran edir. Bax, əvvəl girən kimi bura biz gəldik, onunla görüşdük. O qədər həlim bir xanımdır ki, o qədər insan ürəyinə yayılan belə bir insan gərək qəlbi təmiz ola, o başlayır işıq vermək. Bax, bu keyfiyyət onda vardı, xanımda vardı, gözəl şairəmiz. Sizin yubileyiz münasibəti ilə ürəkdən təbrik edirəm. Yeni kitabınız münasibəti ilə təbrik edirəm. Allah sizə möhkəm can sağlığı versin ki, bu kitabların sayı daha da artsın və sizin yaradıcılığınızın ən kamil vaxtıdır. Bu kitabların sayı çoxalsın və sizə də uzun ömür arzulayıram. Təbrik edirəm sizi. Məruzəkinin əlavəsi var. Xanım şeiri oxudu, o texniki imkansızlığı özündən aydın saxladı. İlqət olan sevgili şeirdi. Mən onun icazənizlə xanım icazəsi olmasın. Edə müsait məsələ var. Deməli, sən Azərbaycansan poemasından Baba Heydərim şeiri. Gözlərin mavidir, sanki bir dəniz, bir sonsuz ümmansan, Baba Heydərim. Sənsən millətinə əzizdən əziz, doğma, mehribansan, Baba Heydərim. Qorqud ölkəsinin baharısan sən, Babəklər, Nəbilər diyarısan sən, Cavanşir yurdunun yuqarısan sən, İgid, qəhrəmansan, Baba Heydərim. Hər şah gedişinə mat qaldı tələk, kəsmədi önünü min fitnə, kələk, sinəmdə döyünən ürəksən, ürək, damarımda qansan, Baba Heydərim. Sevdin doğmasını, sevdin yadını, verdin millətinə könül odunu, yazdın tarixlərə xalqın adını, tarixsən, zamansan, Baba Heydərim. Haqqın, ədalətin tərəfisənsən, ilham tək oğlun, sələfisənsən, bilgə xaqanların xələfisənsən, bilgəsən, xaqansan, Baba Heydərim. Heykəlin ucalır bugün hər yanda, cismin torpaqdadır, ruh asimanda, çox şaxlar, xaqanlar görən cahanda, özün bir cahansan, Baba Heydərim.
Göylərə baş vuran bir qoca dağsan, əbədi gül açan, bağçasan, bağsan, Naxçıvan, Qazaxsan, sən Qarabağsan, sən Azərbaycansan, Baba Heydərim. Mən deyim sizə ki, 2 saat yarımdır biz burada hiss olunmadan oturup söhbət edirik, qulaq asırıq. Görünür daha kifayətdir. Çünki yəni belə başlasaq danışmağa bu saatlar da uzanıb gedər. Ona görə də gəlin Güləmayıl xanıma söz verək, onu da dinləyək və bununla da məclisimizi yekunlaşdıraq. Ona da bir daha uzun ömür arzu eləyək, böyük bundan sonra da yaradıcılıq uğurlar arzu eləyək və həm ailəsinə o yaxşı bir ana olmağı davam elətdirsin, tələbələrinə yaxşı müəllim olmağı davam elətdirsin və xalqına da yaxşı şair olmağı, yaxşı sənətkar olmağı əsirgəməsin. Onu da davam elətdirsin. Buyurun Güləmayıl. Çox sağ olun. Mən Azərbaycanda Atatürk Mərkəzinin sədri olan qağamız, akademikimiz, dünya şöhrətli alimimizi öz minnətdarlığımı bildirirəm ki, mənim 75 illik münasibəti ilə keçiriləcək tədbirimi özü apardı və fəxrlə, kəfarət nəinki Azərbaycanın, Türk dünyasının şanı, şöhrəti sönməyən zəka çırağıdır, bunu deyərdim. Mən həmişə çalışacağım Güləmayıl xanımın yubileylərini keçirdək burada. Bu tərifdən sonra da buyurun. Hər birinizə öz minnətdarlığımı bildirirəm. Gələn ayaqlarınız var olsun. Özümüzdən vaxt ayırıb mənə bu günü bəxş elədiyiniz üçün hər birinizə öz minnətdarlığımı bildirirəm. Və sizi çox yormayacağım, bir dənə şey deyəcəm ki, haqqı söykənib kökün dayağın, uzaq ulduzlardan gəlir sorağın. Harda ədalət var üç rəng bayrağın, orada dalğalanır Azərbaycanım. Mərmərədən Altay dağlarına can, Kazandan Təbrizin bağlarına can, ham bir ağızdan sənə deyib can, səni qardaş sanır Azərbaycanım. Adınla qoşadır sevinç sadə, insana, millətə, haqqa məhəbbət. Batıdan, doğudan gör neçə millət, sənə ünvanlanır Azərbaycanım. Güləmayıl sənlə ilhama gəlir, pərvanədir yanan bir şama gəlir, qutsal bayrağını salama gəlir. Quş tək qanatlanır Azərbaycanım. Qartal tək zirvədə olan Azərbaycanımızı bugün Azərbaycan edən Müzəffər Ali Başkomandanımız başda olmaqla ordumuza, əskərlərimizə, millətimizə, Azərbaycan xalqına və Türk dünyasının Turan ellərinə minnətdarlığımı bildirirəm ki, bu 44 günlük vətən müharibəsində biz zəfər çaldıq, qələbə qazandıq və bu illərdə bizim zəfərimizin 5 illiyidir. Bu zəfərimizin 5 illiyi münasibətindən hər birinizi təbrik edirəm. Bütün Azərbaycan xalqını təbrik edirəm ki, biz hər vaxt qələbə qazanaq, biz hər vaxt müzəffər olaq və eyni zamanda mən Türk dünyasına ona görə minnətdarlığımı bildirirəm ki, 44 günlük vətən müharibəsində necə ki bizə həm siyasi, həm mənəvi dəstək olan, Türk Cümhuriyyətinin başqanı olan Rəcəb Tayyip Erdoğan qardaşa da öz minnətdarlığımı bildirirəm ki, 44 günlük vətən müharibəsində bizim yanımızda oldu, siyasi və mənəvi cəhətdən hər vaxt bizə kömək oldu, həmrəy oldular bütün Türk dünyası. Necə ki, 1918-ci ildə Qafqaz İslam ordusunun bizim mühasirədə olan Bakımızı erməni daşnaqlarından və xarici qüvvələrdən, işğaldan, sentyabrın 14-dən 15-nə keçən gecə azad edildi və Azərbaycan bayrağının yanında bir Türk bayrağı dalğalandı. Eləcə də bizim 44 günlük vətən müharibəsində Azərbaycanımızın zəfərini münasibəti ilə Azərbaycan bayrağının yanında Türk bayrağı dalğalandı və eyni zamanda bizim bir dəmir yumruq yarandı ki, o dəmir yumruq bizim həmrəylik yumruğumuzdur.
vətən yumruğumuzdur, torpaq yumruğumuzdur, bayraq yumruğumuzdur. Cəsarət, mərdlik, dönməzlik yumruğudur. O dəmir yumruqdur ki, bizim Məhəmməd Peyğəmbərimizin Həzrət Əliyə verdiyi Zülfüqar qılıncıdır. O qılıncın bir tərəfi zəka, bir tərəfi isə haqq, ədalət yürür. Elə də bizim bu yaranan dəmir yumruğumuzun bir tərəfi haqq, ədalətdir, bir tərəfi də zəka. O zəkadır ki, 44 günlük Vətən müharibəsində bizim Müzəffər Ali Baş Komandanımız ağlı, kəmalı ilə dünyanı mat qoydu və ikinci bir ordu yarandı, zəka ordusu. Eşq olsun bizim belə Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan xalqına və bütün Türk dünyasına, Turan ellərinə. Və bu günləri, bu möhtəşəm tədbirin keçməsi münasibəti ilə bir daha Atatürk Mərkəzinin sədri olan Nizami Qağamaya öz minnətdarlığımı bildirirəm və həqiqətən də bu günləri ulduzlar göylərdə, küləklər çöldə, qumurlar budaqda məhəbbət dedi. Duyğular ürəyimdə, qələm əlimdə, sözlərim baraqda məhəbbət dedi. Mən bugün sevginin içindən keçdim. Elə qarışıb ki, fikrim, xəyalım misralar içində aza bilərəm. Bütün yazdığımı unutsam belə bir fikir yenidən yaza bilərəm. Mən bugün sevginin içindən keçdim. Mən bu günləri Atatürk Mərkəzinin ocağından, sevgisindən və bütün Türk dünyasının, Azərbaycan xalqının sevgisinin içindən keçdim. Eyni zamanda Atatürk Mərkəzi mənim ata ocağımdır. Hamı da bilsin ki, bax burada Nizami Qağaya mən özümdən 10 yaş kiçik olsa da buna qağa deyirəm. Ərklə gələndə qapısını açıram və ata ocağını deyirəm. Eyni zamanda Osmana da öz minnətdarlığını bildirirəm, Dəyanətə. Yəni buradakı Atatürk Mərkəzinin bütün işçilərinə ayrıca öz minnətdarlığını bildirirəm ki, baxmayın, hər vaxt siz qapınızı açmırsınız. Var olun. Allah amanında gələnlərin hamısına da öz minnətdarlığımı bildirirəm ki, bu gözəl vaxtınızı, zamanınızı mənim üçün ayırıb gəlmişsiniz. Sizə bir daha minnətdaram, bir daha sizin belə sevginizə layiq olduğum üçün sizə doğrudan da minnətdaram. Çox sağ olun. Sağ olun. Güləmay xanım, sağ ol. Sizə can sağlığı. Çəkdirmək lazımdır.